Değerli izleyenler, Ehl-i Beyt Coğrafyası programıyla her hafta olduğu gibi bu haftada sizlerle birlikteyiz. Kanal 12 ekranlarında sevgili Peygamberimizin ve onun tertemiz Ehl-i Beytinin öğretilerini değerli misafirlerimizden işlemeye devam ediyoruz. Bu arada programımıza başlamadan önce hatırlatmak istiyorum ki soru ve görüşlerinizi ekranda gördüğünüz iletişim hattı üzerinden bizlere iletebilirsiniz. Bu hafta 12 imamın dördüncüsü olan İmam Zeynel Abidin Aleyhisselam'ı konuşacağız ve bizlere bıraktığı büyük nimetlerden birisi olan Sayfe-i Seccade'yi konu olarak ele alacağız. Ben konuklarımı tanıtarak programımıza başlamak istiyorum. Öncelikle Azerbaycan'dan değerli Seyidimiz Seyit Ağa Reşit Talibov hocamız bugün bizlerle birlikte olacak. Hocam hayırlı akşamlar, nasılsınız? Hayırlı akşamlar, her vaxtın xeyir olsun. Şükür Allah'a. Yaxşıyam, siz de yaxşı olun inşallah. Teşekkür ederiz hocam, Allah razı olsun. Ve daimi konuğumuz Cafer alimlerinden Sayın Güven Dumanlı hocamız. Hocam hoş geldiniz, nasılsınız? Hoş bulduk, sağ olun, teşekkür ederim. Biz de teşekkür ederiz. Müsaadenizle ilk önce Seyit ağamızla başlamak istiyorum programımıza. Evet. Değerli hocam, dediğim gibi programımız bu hafta İmam Zeynel Abidin Aleyhisselam konuşacağız. Programımız onun imamın üzerinde olacak, hayatını ele alacağız. Yani şöyle söylemek istiyorum ilk sorum olarak. İmam Zeynel Abidin Aleyhisselam hakkında Kerbela'da bilinen az şeyler var. Yani en azından başlıksal olarak Kerbela'da çadırlarda hastaydı. Yani onun dışındaki Kerbela sürecinin sonrasındaki Medine'deki o süreç hakkında pek fazla başlıksal olarak bilgiye sahibiz. İstiyorum ki biraz bu konuyu ayrıntılı ele alalım. Dilerseniz İmam Zeynel Abidin Aleyhisselam kimdir ile başlayalım. Ardından Kerbela'daki misyonuyla, göreviyle ilerleyelim. Daha sonra Kerbela sonrasındaki o süreci ele alalım. Esselamu Aleyküm cemiyen ve rahmetullah ve berekatuh. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila yevmiddin. Her şeyden önce hem sizi, hem Güven Dumanlı hocamızı, hem bütün tamaşaçıları ve izleyicileri salamlayıram. Hər vaxtınız xeyir olsun. Allah bütün dünyada İslamı və müsəlmanları hifz eləsin inşallah. İmam Zeynul Abidin əleyhissalam şəksiz və şübhəsiz Quranda buyurulan pak əhl-i beytdəndir. Əhzab surəsinin buyurduğu İnnəmā yuridullah liyuthibə ankum rizsə əhləl beyt və yutahhirakum tathira ayəsinin ən bariz misdaqlarından biri də dördüncü imamımız İmam Zeynul Abidin aleyhissalam, İmam Səccad aleyhissalam, Ali ibn Hüseyin aleyhissalam. Təkcə bu kifayət eləyir ki, İmam Zeynul Abidin aleyhissalamın paklığına, təharətinə, böyüklüyünə, əzəmətinə, fikrinə, onun əxlaq və İslam marifində bütün bəşəriyyət üçün bir nur olması, bir çıraq olması üçün yetərlidir, kifayətdir. Və İmam bizim inancımıza əsasən, əqidəmizə əsasən biz məsumlar arasında düzdür, bəzi bizim Peyğəmbər salavatullah əleyh və aleyh bütün yaranmışların ən şərəflisidir və Peyğəmbər salavatullah əleyh və aleyhin öz kəlamına əsasən Həzrət Əli əleyhissalam Peyğəmbər salavatullahdan sonra bütün imamlardan üstündür, bütün insanlardan üstündür. Amma vəzifəyə gəlincə, itaətə gəlincə, Allahın buyurduğu itaətin vacibliyinə gəlincə biz imamlar arasında heç bir fərq qoymuruq. İmam Zeynul Abidin əleyhissalam da öz zamanında Allah tərəfindən bütün bəşəriyyətə və insanlara təyin olunmuş Əhl-i Beyt imamlarındandır. İmam 38-ci Hicri ilində dünyaya gəlib, Mədinədə dünyaya da göz açıb. Və İmam Zeynul Abidin əleyhissalamın ailəsi, dünyaya gəldiyi ailəyə fikir verəndə imamın o böyük əzəməti və fəziləti kifayət eləyir. Çünki bildiyimiz kimi həm dini əsərlərimizdə, həm dini ədəbiyyatımızda, həm bizim müasir elmdə, psixologiya elmində bir insanın yetişməsi üçün, bir insanın ruhi baxımdan təşəkkül tapması üçün yetişməsindən ötürü onun ən ümdə şərti birinci ailə məsələsidir. Birinci ata-anasıdır, ailəsidir. İmam Zeynul Abidin əleyhissalam Həzrət Əli əleyhissalamın ocağında dünyaya göz açıb. Ənə Mədinətül elm və əlim babuha. Elm şəhərinin
qapısının evində dünyaya göz açması İmam Zeynalabdin ağanın o uca məqamı üçün kifayət eləyir. O hicrətin 38-ci ildə dünyaya gəlib, 23 yaşında olarkən Kərbəla hadisəsi baş verir. Bu da o deməkdir ki, o 3 il cəddi babası Həzrət Əli əleyhissalamla, sonra əmisi İmam Həsən əleyhissalamın imamət dönəmin bütövlükdə kamil şəkildə 10 ili görüb və 10 ildə atası İmam Hüseyn əleyhissalamın imamət dönəmin kamil şəkildə görüb. Yəni 3 məsumdan indi 3 yaşına qədər İmam Əli əleyhissalam, ondan sonra 10 il İmam Həsən əleyhissalam, sonra 10 il İmam Hüseyn əleyhissalam imamətin yanında olması o İmam Zeynalabdin əleyhissalamın böyük məqamı üçün əslində kifayət eləyir. Başa düşənlər üçün, düşünənlər üçün, təfəkkür sahibləri üçün bu kifayət eləyir. Əgər bu qədər kifayətdirsə, sonra Kərbəladakı dönəminə daxil olaq, yoxsa yox, indi onu kısa bilgi verdik. Teşekkür ederim. Ağzına sağlık. Kerbela'daki durumundan bahsedelim biraz isterseniz. Aleyhisselamın durumu siz buyuran kimi tarixlərdə çox geniş yazılmasa da, amma o qədər ki yazılıb, əslində o bizə kifayət eləyir. Çünki yazılan miqdar odur ki, əvvələn İmam Hüseyn əleyhissalamın şəhadəti, şahidliyi, İmam Hüseyn əleyhissalamın bu kəlamı ki, bacı Zeynəb, İmam Zeynalabdin əleyhissalamın oğlum Əlini qoru ginən, hətta yer üzərində risalət kəsilməsin, imamət kəsilməsin, imamət soyu kəsilməsin. Elə bu kəlam kifayət edir ki, İmam Zeynalabdin əleyhissalamın uca məqamı üçün bəs eləyir əslində. Çünki rical elmində də bizdə tavsiqat deyilən bir şey var ki, ravilərin və yaxud heç ravi demə, ümumiyyətlə insanların tavsiqi barəsində. Məsələn, biz hardan bilək ki, hansı insan daha siqə insandır, doğru danışan insandır, inanılmış insandır, etibarlı insandır, mötəbər insandır. Bunun bir neçə yolları var. Məsələn, bəzən iki adil adam şahid olur. Biz onun iki adil adamın şahidliyinə əsasən onun tavsiqini qəbul edirik, yəni onun mötəbər olmasını qəbul edirik. Bəzən insanların o həyat tərzi, onlarla eyni zamanda yaşayan insanlar o həyat tərzindən başa düşür və bizə də çatdırır ki, bu mötəbər insandır. Və bəzən bu peşənin, rical elminin mütəxəssisləri, bir mütəxəssisin və yaxud bir neçə mütəxəssisin şahidliyi bizim üçün kifayət eləyir. Amma rical elmində belə bir qayda var ki, tavsiqatın ən yüksək həddi məsum kəlamıdır. Yəni məsum əgər bir nəfər barəsində istər Peyğəmbər sallallahu əleyhi və aleyhi olsun. Məsələn, biz Əbu Zərül Qəffarinin kimliyini bilmək istəsək, biz onun üçün rical kitablarına baxmayacağıq. Bizim Ricalül Kişiyə, Ricalül Nəcaşiyə və yaxud Əhl-i Sünnə qardaşlarımızın Əl-Cərh və Tə'dil kitablarına ehtiyacımız yoxdur. Biz Peyğəmbər sallallahu əleyhi və aleyhin bircə kəlamı səmanın altında və yerin üzərində Əbu Zərdən doğru danışan dil yoxdur. Bu kəlam bizə kifayət edir ki, artıq biz bilək ki, Əbu Zər kimdir. Yəni Əbu Zər üçün rical elmi artıq belə deyək də, o qapıları artıq kapanıb, artıq örtülüb qapıları ki, heç bir axtarışa ehtiyac yoxdur. Çünki məsum əgər bir nəfər yaxud Səlman Məhəmmədi barəsində Peyğəmbər sallallahu əleyhi və aleyhi deyəndə ki, Əs-Səlmanu minna və yaxud Səlmanu minna əhləl beyt, o bizim əhli beytimizdəndir və yaxud Səlmanu fəqihun, alimun, Salman fəqihdir, alimdir. Peyğəmbər sallallahu əleyhi və aleyhin bircə bu kəlamı ilə kifayət edir ki, artıq bu insanın müvəssəq və mü'təbər olmasına biz iman gətirək. İndi gəlirik elə həmən İmam Hüseyn əleyhissalam, həmən paşlanmış əhl-i beytdən olan İmam Hüseyn əleyhissalam, Quran nöqteyi nəzərindən pak olan İmam Hüseyn əleyhissalam deyəndə ki, bacı Zeynəb, sən oğlum Əlini qoru ginən, hifz elə ginən, ki, imamətin soyu kəsilməsin, risalətin soyu kəsilməsin, Peyğəmbər soyu kəsilməsin. Elə bircə bu söz kifayət edir ki, İmam Zeynalabdin ağanın nə qədər İslam aləmi üçün mötəbər olması, nə qədər onun həyatı bütün risalətin, nübüvvətin, Peyğəmbərliyin davamı olması üçün nə qədər önəmli olmasını bizə göstərir. Ona görə bayaq qeyd elədim ki, biraz bundan öncə bəzən Kərbəlada düzdür, bizə İmam Zeynalabdin əleyhissalam barəsində az miqdar gəlib çatıb, amma o az miqdar onun kimliyinin isbatı üçün bəs edir, bizə kifayət edir. Və yaxud İmam Hüseyn əleyhissalam ki, məqtəl kitablarında var, İmam Hüseyn əleyhissalam ki, son nəfəsinə yaxın, yəni tək qalanda, köməksiz qalanda, o ki buyurdu, həl min nasirin yansuruni, bir kömək edən varmı mənim köməyimə çatsın, dadıma çatsın. Orada İmam Zeynalabdin əleyhissalamın ayağa durub
bir əli ilə əsaya söykənib, bir əli ilə qılıncı əlinə alıb, mən öz atamı müdafiə edəcəm, mən zamanı imamı müdafiə edəcəm sözü bütün insanlar üçün, mən demirəm müsəlman, bütün insanlar üçün qiyamətə qədər örnək ola biləcək bir sözdür. Sözdür, hərəkətdir, əməldir. Çünki bilirsiniz, əməl təbliğat məqamında sözdən daha kəsərlidir, daha təsirlidir. Əməl daha çox təsir edir, nəinki necə ki İmam Sadiq əleyhissalam buyurdu ki, kunu duatan lana bi qeyri əlsinətikum. Siz bizə dəvət edin, siz bizim üçün dəvətçi olun, təbliğatçı olun, amma bi qeyri əlsinətikum. Dilinizdən başqa, yəni əməlinizlə bizə dəvət edənlərdən olun, dini təbliğ edənlərdən olun. Elə İmam Sadiq əleyhissalamın bu sözü də böyük şahiddir ki, insanın təbliğat məqamında əməl sözdən daha kəsərlidir. İmam Zeynalabdin əleyhissalamın xəstə halında, hərarətli ola-ola, bir əli ilə əsaya söykənib, bir əli ilə qılınc əlinə alıb, mən Mövlamı, imamımı müdafiə edəcəm sözü heç də Həzrəti Əbülfəzlül Abbas əleyhissalamın Vallahi ləv qətə'tumul yəmini inni uhami abədən ən dini şuarından heç də əski deyil. Yəni onunla bərabərdir və hətta deyərdim ki, məsum imam olduğuna görə ondan da kəlamından da üstün bir kəlamdır ki, necə Həzrət Əbülfəzl Abbas əleyhissalam buyurdu ki, and olsun Allaha siz mənim əlimi də kəssiz, ancaq mən yenə də öz dinimi himayə edəcəm. İmam Zeynalabdin ağanın da o halda olarkən belə bir əli ilə əsaya söykənib, bir əli ilə qılınc tutub, mən imamımı müdafiə eləyəcəm deməsi bütün insanlar üçün şücaət dərsidir. Bütün insanlar üçün ibrət dərsidir. Bütün insanlar üçün imamət və vilayətin, dinin, risalətin, İslamın, şəriətin nə qədər əhəmiyyətli və mühüm olmasını göstərəndir. Ona görə yenə deyirəm, elə bu qədəri əslində az da olsa, düz də azdır. Bu İmam Zeynalabdin ağanın kəlamları deyil, sözləri deyil, bütün yəni tamamilə. Amma elə bu bir-iki nüansı önə çəkmək elə bilirəm ki, insanların şücaəti üçün, insanların əxlaqı üçün, insanların din sevgisi üçün və dinin əhəmiyyət və mahiyyəti üçün nə qədər önəmli olması bizə başa salır. Evet hocam, teşekkür ederim. Peki hocam, Aşura günü Kerbela olayı olduktan sonra esir edilmişlerdi. Peki Yezid'in yanına gidene kadar ki o esirlik sürecinden biraz bahseder misiniz? İmamın sabrı ve metaneti hakkında veya önemli gördüğünüz noktaları bizler de, seyircilerimiz de nasihat alalım biraz sizden. Bəli, İmam Zeynul Abidin əleyhissalamın Kərbaladan sonra bilirik, bu tarixdə məqtəldə yazılıb, onlar Aşura günü Kufə səmtinə yol almadılar. Çünki İmam Hüseyin əleyhissalamın Aşura günü şəhadəti məqtəllərdə yazılan budur ki, qəbləl qurubi bi sa'a. Yəni günəş qurub eləməmişdən biraz öncə. Bəziləri onu günorta azanında bilirlər, amma o yanlış bilgidir. Əsl məqtəllərdə və tarixlərdə İmam Hüseyin əleyhissalamın şəhadəti qəbləl qurub. Yəni günəş batmamışdan, məğribdən bir neçə saat əvvəl İmam Hüseyin əleyhissalamın şəhidliyi baş verdi. O axşama qədər indi qarətlər oldu ki, Allah Əhl-i Beyt düşmənlərinin əzabını artıq eləsin. Onlar xeymələri qarət elədilər, əllərinə keçəni qarət elədilər və bu il Məhərrəmlikdə Allahın lütfündən dilimə belə bir kəlam gəldi. Baxmayaraq ki, bu 20 ildən yuxarıdır ki, mən Məhərrəmlikdə 10 günün söhbətini edirəm, öz köyümüzdə, öz kəndimizdə, kasabamızda. Amma mən heç bu illərdə bu söz dilimə gəlməmişdi. Bu illəri bu söz dilimə gəldi ki, Kərbala müsibətinin ən ağır müsibət olmasının bir dəlili də budur ki, çünki məsələn biz görmüşük də 30 min qoş görmüşük, yəni tarixdən oxumuşuq. 30 min qoşun bir şəhəri əgər tutarsa və yaxud bir ölkəyə daxil olarsa və yaxud 30 minlik qoşun elə o özü qədər 30 min qoşunla döyüşərsə, o zaman qələbə çalanda qənimət əldə eləmək üçün adətən o qənimətlər insanın gözünü doyuzdurar. Amma 30 min qoşun, 72 şəhid və 61 qadın və uşaq olub Kərbəlada. Yəni bu 61 qadın və uşaqda nə olacaq ki, 30 min qoşunun gözünü doydursun bu qənimət. Ona görə əslində Kərbəlanın ağır müsibətinin ağır olmasından danışanda bu hökmən deyilməlidir. Deyilməlidir ki, 30 min qoşunu 61 nəfərdən ibarət olan qadınların, qızların, gəlinlərin və körpələrin, uşaqların nəyi olacaqdır ki,
30.000 qoşun bu qənimətlə kifayətlənəcəkdi. Ona görə bəzən bir qız uşağının üzərinə 100 nəfər insan cumurdu. Bir körpənin üzərinə 50 nəfər cumurdu. Bir nəfərin üzərinə yüzlərlə insanlar cumurdu ki, əllərinə nəsə keçsin. Bu, Kərbəlanın doğrudan da ən ağır müsibətlərindən biri də budur. Və deyəcəyim odur ki, bu qarətlər, bu məsələlər ki, tamamlanandan sonra Ömər ibn Səad göstəriş verdi ki, öz əskərlərin dəfn eləsinlər. Onlar öz əskərlərini dəfn elədilər. 72 şəhidi dəfn eləmədilər. Onlar başlarını ayırdılar, nizələrə vurdular. Başsız bədənlər Kərbəla çölündə qaldı. Artıq gecə olduğuna görə də həmən gecə getmədilər, orada qaldılar. İmam Zeynalabdin ağa da bizə elə ona görə həmən gecəyə Şam-ı Qəriban gecəsi deyərlər. Yəni Kərbəla qəriblərinin axşamı, o mənadadır Şam-ı Qəriban. Bu Şam sözü o Şam sözü deyil. Ölkə Şam deyil. Bu Şam-ı Qəriban bizim bildiyimiz elə Şam, yəni axşam çağıdır. Şam-ı Qəriban qəriblərin Şamı, qəriblərin axşamı, qəriblərin gecəsi. O Kərbəla qəribləri ki, onlar yığışdılar, Kərbəlada qaldılar həmən gecə və İmam Zeynalabdin ağa artıq düzdür, bütün məsuliyyət Həzrəti Zeynəb Salamullah əleyhanın çiynində idi ki, İmam Zeynalabdin ağa qorunsun, İmam Zeynalabdin ağa hifz olunsun. Çünki İmam Zeynalabdin ağanın hər hansı bir məsələyə böyük və balaca fərq eləməz müdaxiləsi imamın şəhadətinə səbəb ola bilərdi. Ona görə xanım Zeynəb Salamullah əleyha bütün məsuliyyəti öz üzərinə götürdü, bütün məsuliyyəti öz çiyninə götürmüşdü. Amma buna baxmayaraq ki, İmam Zeynalabdin ağanın da məsləhətindən heç vaxtı qalmırdı. Çünki o imamla məsləhət elirdi. Hətta sizin yadınıza salım ki, tarixlərdə yazılıb, məktəldə yazılıb və əziz tamaşaçılarımız da buna fikir versinlər ki, qoşun xeymələrə hücum eləyəndə xanım Zeynəb özü qərar vermədi. Gəldi İmam Zeynalabdin əleyhissalamın yanına. Dedi ki, ey gözümün nuru, ey qardaşımın yadigarı, ey yer üzərində ilahi zamana imamı, nə məsləhət görürsən bizə? Qoşun yüzlərlə, minlərlə üzərimizə xeymələrə hücum eləyir. Orada İmam Zeynalabdin ağa buyurdu ki, uşaqlara göstəriş verginən, qadınlara göstəriş verginən ki, səhralara qaçsınlar, dağılışsınlar. Çünki bir yerdə qalsalar, ya atların ayağı altında, ya da ki, yanan xeymələrin yanğısında hamısı şəhid olarlar, hamısı həlak olarlar. Ona görə, məsələn, fikir verirsiniz, burada da xanım Zeynəb Salamullah əleyha İmam Zeynalabdin ağadan məsləhət alması, İmam Zeynalabdin ağanın o böyük rolunu göstərir ki, o səhnədən tamamilə kənarda qalmayıb. Bəziləri elə güman edir ki, İmam Zeynalabdin ağa yəni yoxmuş kimi bir tərəfli qalıb. Xeyr, belə deyil. İmam xanım Zeynəbin, yenə deyirəm, məsuliyyət xanım Zeynəbin çiynində də olsa, xanım Zeynəb Salamullah əleyhanın məsləhəti İmam Zeynalabdin ağa iləndir. Və elə gecə də orada qalmaları, uşaqları toplamalar, qadınları ki, məktəldə belə yazılıb da, məktəl kitablarında, yəni tarixlərdə ki, xanım Zeynəb Salamullah əleyha bir yanıq çadır tapdı, yəni yarı yanmış çadır tapdı və o çadırın altına topladı. Qalan uşaqları və qadınları, qızları ora topladı. İmam Zeynalabdin ağanın da belə xanım Zeynəblə bərabər məsuliyyəti həmən axşam onları qorumaq idi. Və sonra zəncirlənib, tarixdə belə də zəncirlənib Kufə səmtinə sabahsı yola düşdülər. Yəni Məhərrəm ayının 10-u tamamlanıb artıq. Gecə də keçib, səhər artıq Məhərrəm ayının 11-idir. Onlar Kufə səmtinə yol aldılar. Kərbəladan Kufiyə qədər nələr baş verib, mən görməmişəm. Demirəm, yoxdur kitablarda. İndi özümə görə bir neçə kitab oxumuşamsa, o barədə yolda Kərbəla, Kufə ilə Şamın yolu var. Yazılıb. Məsələn, Tigrit şəhərində nələr baş verdi, Əsqalan şəhərində nələr baş verdi, Hələb şəhərində nələr baş verdi, Livanın Bə'ləbək, Cənubi Livanda nələr baş verdi. Bunlar ya Şamın özündə nələr baş verdi, bunlar görmüşəm. Amma Kərbəladan Kufiyə qədər olan məsafədə ki, təqribən o 70-80 kilometr o məsafədə nələr baş verib, onu mən məktəldə görməmişəm. Görmədiyimə görə deyə bilmərəm. Amma Kufiyə çatandan sonra məlumdur ki, Kufədə İmam Zeynalabdin ağanın yenə də orada İbn Ziyadla söhbəti var. Orada Übeydullah İbn Ziyadın, Allah əzabını artıq eləsin, onunla onun diyaloqu var, orada onun xitabı var, orada onun o Quranın dili ilə desək, Hubitəllədi kəfər, kafir məhbut oldu. Məhbut, yəni İbrahim əleyhissalamın qissəsində Nəmrud əleyhissalamla olan qissədə Allah Teala deyir. Ona görə çox sevirəm bu sözü, Hubitə sözün ki, Allah elə kafirləri həmişə məhbut eləsin.
İbrahim Peyğəmbərə deyəndə ki, sənin Rəbbin kimdir? İbrahim Peyğəmbər dedi ki, mənim Rəbbim yerlərdə yeri və göyləri xəlq edən Rəbbimizdir, Allahımız odur. Firon, Nəmrud dedi ki, mən də Rəbbəm və birini öldürdü. Hə, sənin Rəbbin sifətləri nədir? İbrahim əleyhissalam dedi ki, mənim Rəbbim öldürür və dirildir. Nəmrud dedi ki, mən də öldürürəm, dirildirəm. İbrahim əleyhissalam cavab verdi. Quran gör nə gözəl deyir. Cavab verdi. Dedi ki, Nəmrud, Allah, mənim Rəbbim günəşi məşriqdən doğuzdurur. Əgər sən də Rəbbsənsə, onda məğribdən doğuzdur. Həmin bu məntiqin qarşısında, məntiqin müqabilində Quran deyir ki, hubi təllədi kəfər. Kafir məhbut oldu, pərt oldu, cavabsız qaldı. Bu məntiqin qabağında heç bir söz deyə bilmədi. İmam Zeynalabdin ağanın da İbn Ziyadı bu cür məhbut eləməyi bütün tarixlərdə yazılıb, danışığı ilə, sözü ilə, məntiqi ilə, o imamət elmi ilə və hətta İbn Ziyad çarəsiz qalıb İmam Zeynalabdin ağanın qətlinə belə fərman vermək istəyəndə xanım Zeynəb salamullah aleyhə yenə də qarşıya keçdi ki, məni öldürməmişdən siz eləyə bilmərsiniz. İmam Zeynalabdin ağaya toxunasınız, Əli ibn Hüseynə toxunasınız və burada yenə də İmam Zeynalabdin əleyhissalam qorundu. Ümumiyyətlə və Kufədə olan müddətdə İmam Zeynalabdin ağanın İmam Hüseyn əleyhissalamın dəfn eləməsi, Kərbəla şəhidlərinin dəfn eləməsi, indi bu məsələ deyəndə bunu hökmən gərək yanında zikr olunsun ki, bu imamətlə mümkündür, bu kəramətlə mümkündür və heç də bu bizim üçün, yəni Qurana iman gətirənlər üçün bu qaranlıq olmamalıdır. Çünki Quran bizə aşkar deyir ki, Süleyman Peyğəmbərin vəsisi Asif ibn Bərxiya bir göz qırpımında Bilqeystin taxtın Yəməndən Fələstinə gətirdi. Əgər Süleyman Peyğəmbərin vəsisi Asif ibn Bərxiya ki, Quran deyir ki, onda elmun minəl kitab, kitabdan bir elmi vardı, kitabdan biraz elmi vardı. Orada min, əzizim ustadımız, hocamız da orada da bilir, orada min təbiziyyə deyərlər ərəb dilində, min təbizdir. Yəni, kitabından bəzi elmə malik idi. Amma imamlarımız buyurub ki, bizdədir, bütün kitab bizdədir. İmam Peyğəmbər və Ali Peyğəmbərdədir, Məhəmməd və Ali Məhəmməddədir. Bəli, Süleyman Peyğəmbərin vəsisi, o kitabdan biraz elmi olan Asif ibn Bərxiya bir göz qırpımında Bilqeystin taxtını əgər Yəməndən Fələstinə gətirə bilirsə, Quran nəssinə əsasən, sözsüz ki, sonuncu Peyğəmbər, ən şərafətli Peyğəmbər, ən gözəl Peyğəmbər Məhəmməd ibn Abdullah sallallahu aleyhi və aleyhi və səlləmin vəsisi olan Ali ibn Hüseyn əleyhissalam, İmam Zeynalabdin əleyhissalam da bacarar ki, biz bir göz qırpımında həmən işi də görsün və ondan artığını da Allahın izni ilə və iradəsi ilə bacarar ki, buna da bizdə teyyül ərz deyirlər və yaxud elmdə buna teleportasiya deyirlər. Bu elmdə də isbat olunmuş məsələdir ki, bunu da bilənlər bilirlər. Daha mən istəmirəm o mövzuya daxil olayım, teleportasiya. Teyyül ərz məsələsi. Amma yəqinən Quranın nəssinə əsasən bilirik ki, Peyğəmbərlər, nəinki Peyğəmbərlər, onların vəsiləri belə ki, Asif ibn Bərxiyanın misalında bu işi bacarıblar və sözsüz ki, İmam Əli ibn Hüseyn əleyhissalam da, Zeynalabdin ağamız da Kufədə olarkən Kərbəlaya gəlir və orada Bəni Əsəd qəbiləsinin bir qolu, yəni tamamilə Bəni Əsəd qəbiləsi yox, onların bir qolu Kərbəlaya yaxın yerdə yaşayırdılar. Çünki tarixdə var ki, Həbib ibn Məzahir Məhərrəm ayının 6-cı günü ki, gəlib yetişdi Kərbəlaya, İmam Hüseyn Məhərrəmin ikisində çatmışdı. Həbib ibn Məzahirlə Müslim ibn Ovsaca isə Kufədən Məhərrəm ayının 6-sında gəldi, yetişdi Kərbəlaya və İmam Hüseyndən izn aldı ki, bu yaxınlarda, Kərbəlaya yaxın olan yerdə Bəni Əsəd qəbiləsinin bir qolu var ki, mən gedim onlarla söhbət edeyim, onlardan kömək və yardım istəyim. İmam Hüseyn də izin verdi. Çünki Həbib ibn Məzahir özü də Bəni Əsəd qəbiləsindən idi. Ona görə Bəni Əsəd qəbiləsi yaxın olduğuna görə Bəni Əsəd qəbiləsinin köməyi ilə İmam Zeynalabdin əleyhissalam Kərbəla şəhidlərini də dəfn eləyib, İmam Hüseyni atasını da dəfn eləyib və bu da İmam Zeynalabdin ağanın o gördüyü əhəmiyyətli və mühüm işlərdən biridir. Teşekkür ederim. Hocam şimdi Kufe ile Şam arasındaki o süreci kitaplarda kısım kısım okudum dediniz de biraz atıfta bulundunuz. Ben o süreçte İmam Zeynelabdin'in, Hazreti Zeynep'in konuşmaları, hutbesi varsa onlardan bizim de nasihat alabileceğimiz şekilde yorumlamanızı rica edeceğim. Ama öncesinde konuşmanızın başında bahsettiniz. Dediniz ki İmam Zeynelabdin çadırda hastaydı. O zaman neslinin de aynı zamanda kesilmemesi adına, onun korunması adına hasta olması bir ilahi hikmet sonucu gerçekleşmişti değil mi hocam?
Bəli, bəli, tamamilə doğrudur. Biz o bəziləri imamı ömür boyu çünki biz uşaq olarkən, biz cocuq olarkən böyüklərimizdən eşidirdik ki, onlar Bimar Zeynalabdin deyərdilər. Həmişə 4-cü imamın adını çəkəndə deyərdilər ki, məsələn, 1-ci imamımız Həzrət Əli, 2-ci imamımız İmam Həsən, 3-cü imamımız İmam Hüseyn, 4-cü imamımız Bimar Zeynalabdin. Belə Bimar yəni xəstə. Xəstə Zeynalabdin belə deyərdilər. Amma sonra oxuyarkən, araşdırarkən biz gördük ki, yox, İmam Zeynalabdin əleyhissalam ancaq Kərbəla sürəcində, xüsusilə də Aşura günü güclü hərarəti olub və o qədər hərarəti olub ki, bayaq da işarə elədim ki, əsaya söykənib ayağa durur, hətta taqəti yox idi ki, ayaq üstündə dayansın. O ilahi hikmət əsasında olan qorumaq. Çünki Allahın qorumaq yolları çoxdur. Məsələn, Allah Musa peyğəmbəri necə qoruyub Quranda bizə deyir, hə? O bir tabutun içərisində, bir sandıqın içərisində anası onu atdı Nil çayına və məsələn biz kənardan baxsaq, biz elə bilərik ki, bu ana uşağı bu cür həlak eləyir, yəni uşağı öldürür. Onu sandığa qoyursan, körpəni çaya, Nil çayına buraxırsan, amma Allah bizim öldürmək başa düşdüyümüz yolla Allah isə Musanı qoruyur deməmiş. Deməli, bu cür yollar var. Və yaxud Qurani-Kərimdə Musa əleyhissalamla Xızır əleyhissalamın söhbəti də bu məsələdə çox belə mühüm məsələdir. Çox düşündürücü məsələdir ki, Allahın necə qorumaq yolları var. Məsələn, Xızır əleyhissalamın o qayıqları dəlmək məsələsi ki var, fəsad eləmək, xarab eləmək məsələsi ki var. Musa əleyhissalam soruşdu ki, sən bunları nəyə görə eləyirsən? Bu qayıqları, bu səfinələri dəlik açırsan, burada xarab eləyirsən. Dedi ki, Allah buyurur ki, bunlar miskinlərindir, fəqirlərindir. Bunların da arxasında bir min vəraihim bir zalim var ki, qəsb eləyir, gəlir miskinlərin əlindən, fəqirlərin əlindən onların nəyi varsa alır. Görsə ki, bu qayıq xarab olub, fəsad olub, bunu götürməz. Sonra onlar da bunu düzəldərlər, təmir edərlər, ondan sonra təzədən öz işlərini görərlər, ən azından dolanarlar, balıq tutarlar, dolanarlar. Fikir ver, deməli, malı xarab eləmək. Məsələn, biz adətən malı hifz eləməklə, təmirlə qorumağı düşünürük. Amma Allah Xızır əleyhissalamın əli ilə bir malı, mülki xarab eləmək yolu ilə onu qoruyur. Və eyni həmən məsələ İmam Sadiq əleyhissalam günlərin birində var bizdə Rizal kitablarında, tarix kitablarında. İmam Sadiq əleyhissalam bir ümumi məclisdə Zurara İbn A'yun ki, İmam Sadiq əleyhissalam və İmam Baqir əleyhissalamın xas tələbələrindəndir, xüsusilə də fiqh elmində olan əksər hədislərimizin ravisi Zurara İbn A'yundur. Amma ümumi bir məclisdə İmam Sadiq əleyhissalam Zurara İbn A'yunun barəsində belə nalayiq sözlər işlətdi. Yəni o cür sözlər işlətdi ki, sanki çoxları güman elədi ki, artıq İmam Sadiq əleyhissalam Zurara İbn A'yuni öz məclisindən qovub və yaxud dərsindən qovub və yaxud onu görmək istəmir. Bu dərəcədə. Ümumi məclis qurtarandan sonra bəzi xüsusi ağanın əsabından qaldı tələbələrindən yaxınlaşdılar ki, Yəbnə Rasulullah, Peyğəmbər balası Zurara İbn A'yun nə iş görüb ki, sən bu cür insanların içərisində onun barəsində bu cür danışdın? İmam Sadiq əleyhissalam həmən bu ayəni oxudu. Dedim, mən Zurarəni, Xızır əleyhissalam qayığı xarab eləyən kimi, mən Zurarəni bu cür xarab edirəm ki, onu həbs eləməsinlər. Onu bu yolla qoruyuram. Çünki onlar bilsələr ki, İmam Sadiq əleyhissalam Zurara İbn A'yuni sevir. Zurara İbn A'yun İmam Sadiqin xas adamlarındandır. Onu həbs eləyəcəklər, onu zindana salacaq Mənsur Dəvaniqinin adamları. Mən bu yolla Zurara İbn A'yuni qoruyuram. Deməli, Allahın hikmətləri çoxdur. Və yaxud Küfədən bir nəfər İmam Sadiq əleyhissalamın yanına getdi Mədiniyə, ağaya sual verdi. Buyurdu ki, mən Küfədə bizim bəzi sizin tərəfdarlarınızın bəziləri zöhr namazını bu vaxta qılır, bəziləri zöhr namazını bu vaxta qılır. İmam Sadiq əleyhissalam dedi ki, Ana avqa'tu beynekum hadal ixtilaf. Yəni onların arasında bu ixtilafı mən salmışam. İmam Sadiq əleyhissalam dedi. Ravi dedi ki, mən bunu başqasından eşitsəydim, deyərdim ki, bunu imam qətiyyən deməz bu sözü. Yaxşıdır, mən sizin öz yanınıza gəldim. Başqasından eşitsəydim, mən bunu inanmazdım. İmam öz tərəfdarları arasında, Küfədə yaşayanlar arasında ixtilaf salıb. İmam Sadiq əleyhissalam dedi, bəli, əgər onların arasında ixtilaf olmasa, onları həlak eləyəcəklər. Onları aralarında ixtilaf olmaqla mən qoruyuram onları, hifz eləyirəm onları. Çünki qıraqdan baxan, kənardan baxan görür ki, bunlar öz aralarında ixtilaf varsa, o zaman onlardan
Hə. Ona görə Allahın qorumaq, o ilahi hikmətin yolları çoxdur. İnsanı istər fərdi şəkildə hifz eləmək üçün, istər bir cəmiyyət şəklində qorumaqdan ötürü, istər bir millət şəklində, ümmət formasında qorumaqdan ötürü ilahi hikmətin yolları çoxdur. Onlardan biri də xəstəlikdir və taqətsizlikdir. Onu da İmam Zeynalabdin ağaya Aşurada verməklə İmam Zeynalabdin əleyhissalamı Allah bu yolla hifz elədi, bu yolla qorudu onu. Qaldı o dediyim o şəhərlər ki var, Kufədən Şamə qədər olanlar, orada qarşılamalar yazılıb. Məsələn, mən görməmişəm İmam Zeynalabdin ağa hansısa bir şəhərdə xütbə eləsin. Çünki ona imkan yaradılmırdı, insanlarla əlaqə yaradılmırdı. Fəqət Əbu Əsvəd Duəlinin yaşadığı, düzdür, indi o şəhər mənim yadımda deyil, bəlkə də şəhərdə yaşamırdı, hansısa qəbilə formasında səhrada yaşayırdılar. Əbu Əsvəd Duəlini tanıyanlar tanıyırlar, hocam da bilir. Əbu Əsvəd Duəli həmən insandır ki, ilk dəfə o gəldi. Həzrət Əli əleyhissalama dedi ki, artıq ərəb dilinin danışıq tərzində, danışıq formasında savadsızlıq, cəhalət evimizə daxil olub. Çünki şirin bir hadisə var, nəf elmin oxuyanlar bilir bunu. Əbu Əsvəd Duəlinin qızı baxırdı səmaya, səma da çox qəşəng idi, göy səma ulduzlu idi, açıq hava idi, bəzən olur da ulduzlar buludlu olmur. Baxdı səmaya, dedi ki, ma əcmələ səma'u, ma əcmələ səma'u. Bu da ərəb dilində əgər belə desin, ma əcmələ səma'u, yəni sual verirsən, səma gözəldirmi? Əbu Əsvəd Duəli də qızına dedi ki, bəli, səma gözəldir. Qızı dedi ki, ata mən soruşmuram ki sizdən, mən təəccübümü bildirirəm. Yəni, ma əcmələ səma, yəni səma nə gözəldir? Var ki, mən soruşum, səma gözəldirmi? Bir də deyirəm ki, səma nə gözəldir? Əbu Əsvəd Duəli dedi ki, sən əgər bu cür demək istəyirdinsə, gərək ma əcmələ səmaə deməliydin. Ma əcmələ səma'u deməməliydin. Çünki axırda bir dənə u olanda sual olur, ə olanda təəccüb bildirir. Yəni, nə gözəldir səma. Elə bunu, məsələn, bir alimə də qulaq asırsan, deyirsən ki, məsələn, ma əcmələr, bu alimin elmi nə gözəldir. Əgər onu mənsub desin axırda, fəthəli desin, onda olur təəccüb bildirir. Amma onu mərfu desin, zəmməli desin, onda o sual bildirir. Bunu Əbu Əsvəd Duəli gördü, qızı da artıq bu cür səhv danışanda gəldi Həzrət Əli əleyhissalamın yanına, buyurdu ki, ya Əmirəl-Müminin, artıq savadsızlıq bizim evimizə də daxil olub. Çünki buradan başa düşürük ki, küçələrdə var idi bu cür danışıq. Ərəb dilinin qrammatikasını gözləməmək, qaydalarını gözləməmək, amma evə artıq daxil olubsa, bu artıq fəlakətdir. Həzrət Əli əleyhissalam orada ilk qaydaları dedi. Dedi, unhu bihazan nahu ya Əbu Əsvəd Duəli. Yəni, ey Əbu Əsvəd Duəli, unhu ərəb dilində bihazan nahu, yəni bu istiqamətdə davam elə. Nəhv sözü də oradan götürüldü. Ərəb dilinin qrammatikası elmi, nəf elmi adlanır. Həmən Həzrət Əlinin sözündən götürülüb. Nahu, yəni istiqamət. Unhu bihazan nahu ya Əbu Əsvəd Duəli. Ey Əbu Əsvəd Duəli, bu istiqamətdə davam elə və kəlmə bölünür ismə, feylə, hərfə. Bunu İmam Əli əleyhissalam ümumi qaydaları dedi Əbu Əsvəd Duəliyə. Əbu Əsvəd Duəli də həmən nəf elminin bünövrəsini qoydu. Yəni, nəf elmin o yaratmayıb. Bu, ərəb dilinin qrammatikası ilə bərabər İsmail əleyhissalamdan belə ərəb dili var. Amma ilk dəfə onu kitab şəklinə, elm şəklinə salan Əbu Əsvəd Duəlidir. Əbu Əsvəd Duəli görəndə ki, bildi, gördü başları kəsilmiş, başları görəndə bildi ki, o İmam Hüseyn əleyhissalamın kəsilmiş başıdır və özü və qəbiləsində olan cavanlarla qiyama qalxdı ki, mən İmam Hüseynin başını qoymaram, sizdə qalsın, onu götürüb dəfn eləməliyəm və şəhid oldu. Əbu Əsvəd Duəli İmam Hüseyn əleyhissalamın eşqində, məhəbbətində şəhid olanlardandır, amma yolda baş verən hadisələrdən biri budur. Amma İmam Zeynalabdin ağanın nə Əsqalanda, nə Tigritdə, nə Bəlabəkdə və digər şəhərlərdə, fəqət Hələbdə, kilsədə, onlar ki, kilsədə saxlandılar. Orada kilsədə keşişlə İmam Zeynalabdin əleyhissalamın məşhur kəlamı var ki, bu barədə filmlər də çəkilir, bu barədə indi güman edirəm ki, türk dilində də var, Azərbaycan dilində də var və digər dillərdə də var. İnşallah izləyicimiz, tamaşaçılarımız geniş ətraflı ona baxarlar, çünki o bütün xırdalığı ilə, təfsilatı ilə yadımda deyil, amma onu məlumdur ki, İmam Zeynalabdin əleyhissalamın keşişlə söhbəti, kilsədə din xadimi ilə, xristiyan din xadimi ilə söhbəti hətta onun özünə də belə böyük təsir qoydu və Hələbdə böyük təsir qoydu və qalanı da Şamda. Amma bunu da yeri gəlmişkən deyim ki, bu şəhərlərdən Tigrit şəhərində Kərbəla şəhidlərinə ehtiramsızlıq olub, tarix bunu yazıb.
Tigrit şəhəri və Tigrit şəhəri həmən şəhərdir ki, Səddam Hüseyn həmən şəhərdə doğulub. Hərran şəhərində ehtiramsızlıq olub, Kərbəla şəhidlərinə, hətta kəsilmiş başlara da daş atdılar belə. Və Hərran şəhərində də çox maraqlıdır ki, İbn Teymiyyə dünyaya gəlib. Yəni bunlar elə məlumat kimi deyirəm, əziz izləyicilərimiz, tamaşaçılarımız inşallah istifadə eləsinlər. Belə, yəni yolda bu qədər. Evet hocam, teşekkür ederiz hocam. Çok güzel noktalara değiniyorsunuz. Feyiz alıyoruz. Hocam Şam'a gelmek istiyorum. Şam'daki İmam Zeynel Abidin Aleyhisselam'ın, Hazreti Zeynep'in de aynı şekilde Yezid'le bir konuşması var. İmamın o konuşmasından biraz kesitler paylaşırsanız biz de bu vesileyle nasihat alalım ve kendimize ders çıkartalım. Bəli, İmam Zeynal Abidin Əleyhisselamın və xanım Zeynəb Salamullah Əleyhanın ikisinin Şamda Yezidlə birbaşa söhbətləri və yaxud Yezidin yanında əyləşən müşavirlərmi deyim, qonaqlarımı deyim, onlarla söhbətləri əslində özü bir böyük məktəbdir, özü böyük bir dərsdir. Əvvələn bunu deyim ki, siz fikir versiniz, xanım Zeynəb Salamullah Əleyha Kərbəla hadisəsi baş verəndən, Aşuradan ta əsirlikdən azad olunana qədər və ondan da sonra fikir versiniz ki, xanım Zeynəb Salamullah Əleyhanın eyni halda görmürük biz. Bu özü də əslində böyük bir dərsdir, böyük bir məktəbdir. Xanım Zeynəb Salamullah Əleyha Kufədə olan halı, Şamda olan halı, yolda olan halı və amma əsirlikdən azad olan halı, bunlar tamamilə bir-birindən fərqlənir. Yenə deyirəm, bu özü böyük bir məktəbdir, xanım Zeynəb məktəbidir bizim üçün. Çünki əgər Aşuradan sonra xanım Zeynəb Salamullah Əleyha Mədiniyə qayıdandan sonra halı kimi halı olsaydı, bəlkə də Kərbəla hadisəsi bugün bizə belə çatmazdı, belə yetişməzdi. Çünki Mədiniyə qayıdandan sonra biz xanım Zeynəb Salamullah Əleyhada və yaxud İmam Zeynalabdin ağada çox matəm məclisləri görürük, əza məclisləri görürük. İmam Hüseynin Kərbəlasından danışıb, insanları başına toplayıb, onları bu müsibətlə yaşamasını görürük. Amma Kufədə və Şamda xanım Zeynəb Salamullah Əleyha sanki bir döyüşçüdür. Sanki belə bir qılıncı çatmır. Məsələn, əlinə bir qılınc alıb, sanki Həzrəti Əbülfəzlül Abbasın qadın bir forması xanım Zeynəb Salamullah Əleyha girib meydana, amma qılıncla yox, sözlə girib meydana. Xanım Zeynəb Salamullah Əleyhanın, çünki elə atası Həzrət Əleyhissalam da belə idi. Həzrət Əleyhissalamın biz Zülfüqarından çox danışırıq. Amma ağanın sözləri Zülfüqarından dəfələrlə iti idi. Ağanın sözü o qədər qüvvəli idi ki, bu günləri Nəhcül Bəlağa da söz və kəlam başa düşənlər üçün kifayət edir. Mənim bu sözümə isbatı üçün kifayət edir ki, Həzrət Əli Əleyhissalamın sözü və kəlamı onun Zülfüqarından daha qılıncı iti olub. Çünki Zülfüqar əgər məsələn yüzlərlə, minlərlə insanın susturmağa səbəb olub, amma Nəhcül Bəlağa isə qiyamətə qədər bütün bəşəriyyətin ondan istifadə eləyə biləcəyi bir elm bulağıdır, elm çeşməsidir. Həzrəti Zeynəb də həmçinin. O atası kimi sözdə o qədər bəlağətlidir və əbəs yerə demədilər Kufədəki Həzrəti Zeynəb Kufədə xutbə eləyəndə tarixlər yazırlar ki, çox Kufəlilər elə güman elədilər ki, Həzrəti Əlidir danışır. Yəni bu söz balaca söz deyil. Həzrəti nitqi Həzrət Əlinin nitqinə, bəlağəti Həzrət Əlinin bəlağətinə bənzədilməsi və insanların elə güman eləməsi doğrudan da bu Həzrəti Zeynəb Salamullah Əleyhanın elə İmam Zeynalabdin ağanın onun barəsində dediyi kimi əmməti, ey mənim bibim, sən aliməsən bila mütəallimə, sən fəqihəsən bila mütəfəqqəhə. Sən elm öyrənmədən aliməsən, sən başa salınmadan, öyrədilmədən fəqihəsən. Yəni bu söz elə məsum imama bərabər olan bir sözdür. Məsuma aid olan bir sözdür ki, sən elm öyrənmədən, çünki elm öyrənmədən alim olmaq ancaq Allah bunu peyğəmbərlərə məxsus eləyib və bunu imamlara məxsus eləyib ki, biz ona elmi lədunni deyərik. İmam Zeynalabdin ağa burada şahid olur ki, şəhadət verir ki, bəli, xanım Zeynəb Salamullah Əleyha da o məqama malikdir. Və onların o cür olmasaydı xanım Zeynəb Salamullah Əleyha, bəlkə də bu günləri Kərbəla bizə bu cür yetişməzdi. Ona görə xanım Zeynəb Salamullah Əleyha tamam ayrı bir, məsələn, sanki gözünün qabağında 7 qardaşı ölən bu deyil. Sanki gözünün qabağında 2 övladı ölən, şəhid olan bu deyil. Sanki gözünün qabağında 18 nəfər ki, İmam Hüseynin özü, qardaşları, qardaşı o övladları
öz əmisi uşaqları 18 nəfər Kərbəlada şəhid olub. Sanki bir xanımın məsələn gözünün qabağında 18 ailə üzvü şəhid olan xanım Zeynəb salamü əleyha deyil. Yəni o qədər biz onu şücaətli görürük, o qədər sözlərində bəlağətli görürük. Məsələn mən bir tarixi sizin yadınıza salım. Yezidin sarayında Şamda İmam Hüseyin əleyhissalamın qızı Fatiməni bir Şamlı kişi ki orada Yezdə deyir ki, sən bunu, əlbəttə mənim üçün çox ağırdır bunu söhbət eləmək, danışmaq və həmişə də deyirəm, soruşsalar məndən ki, Kərbəla müsibətində ən ağır müsibət hansı müsibətdir? Mən həmişə bunu deyirəm. Çünki kişi döyüş meydanında ölər də, şəhid də olar, şəhidlik. Allah elə bizi din yolunda, Allah yolunda, vətən yolunda şəhidliyi nəsib eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin. Amma bir Peyğəmbər balasının, bir İmam Hüseyin qızının kəniz istənilməsi, bəli, bu ağır müsibətdir. Belə İmam Zeynəbin ağa da belə cavab verdi də. İmam Zeynəbin ağa deyəndə ki, innəl qətlə ləkum adə və kəramətukum minəllahi şəhadə. Öldürülmək sizin üçün adətdir, sizin üçün şəhidlik, Allah yolunda şəhid olmaq sizin üçün kəramətdir. Niyə bu qədər ağlayırsa? İmamın da cavabı bu oldu. Dedi, düz deyirsən. İnnəl qətlə lənə adə və kəramətuna minəllahi şəhadə. Allah yolunda öldürülmək bizim adətimizdir. Allah yolunda şəhid olmaq bizim üçün kəramətdir, ləyaqətdir, bizim üçün şərəfdir. Amma qız gəlinlərimizin şəhər bə şəhər gəzdirilməsi, küçə bə küçə gəzdirilməsi bu bizim adətimizdən deyildir. Yəni buradan da başa düşürük ki, İmam Zeynəbin ağasında ən ağır müsibət budur. İmam Hüseyin əleyhissalamın qızı Fatiməni istəyəndə, kəniz kimi istəyəndə xanım Fatimə orada tarixdə bu cürdür. Dönür xanım Zeynəb salamullah əleyhaya deyir ki, bibi, əmmə, bu nə danışırlar bunlar? Yəni bunlara cavab vermək lazımdır. Orada xanım Zeynəb salamullah əleyha ayağa durur və təsəvvür elə zamanın Fironu və Fironun sarayı ki, bunu belə başa düşək və heç də ondan əski deyil. Onun qabağında bu cümləni deyir, bu sözü işlədir ki, Hadə leysə lək və lali əmirik. Bu xanım Zeynəbin sözüdür. Həmən Şamlı kişiyə ki, yəni bu işi nə sən bacararsan, Hadə leysə lək və lali əmirik. Yəni hətta sənin yanında olan əmirin belə Yezid də bunu bacaramaz. Yəni bizim ailədən kimisə kəniz eləsin, bunu bacarmaz. Cariyə götürsün, bunu bacarmaz. Orada tarixdə var ki, Yezid qəzəblənib dedi ki, hadə li, yəni mən buna qadirəm, mən bunu eləyə bilərəm. Orada xanım Zeynəb salamullah əleyhanın çox möhtəşəm bir cavabı var. Buyurdu ki, İzən i'tərif. Onda etiraf eləməlisən ki, mənim cəddim Peyğəmbərin dinindən kənardasan. Çünki İslam dinində, şəriətimizdə, Peyğəmbər şəriətində bütün məzhəblərə əsasən, bütün alimlərə əsasən müsəlmandan əsir ola bilməz. Müsəlman qadınından kəniz olmaz, müsəlman kişisindən qul olmaz. İndi nə vaxtsa da bu tarixdə bizdə fiqdə, şəriətdə olubsa, bu qeyri-müsəlmana aid bir hökm olub. Bu hətta döyüş olsa belə müsəlman arasında indi Allah göstərməsin, Allah müsəlmanların birliyinə kömək olsun. Birdən əgər belə bir şeydə baş versə, müsəlmandan heç vaxtı əsir götürmək caizdir, müsəlmandan cari eləmək caizdir. Ona görə xanım Zeynəbin bu cavabı çox fiqdə dərin bir məsələdir. Buyurur ki, izən, deməli, sən onda etiraf eləməlisən ki, mənim cəddimin dinində deyirsən. Yəni onda etiraf elə. Çıx bütün insanların qabağında de ki, mən müsəlman deyirəm, mən Peyğəmbər əhl-i beytindən kimisə özümə cariyə və kəniz götürdüm. Və orada bayaq dediyim kimi hubitəlləzi kəfər, Yezid məhbut oldu və heç bir cavab verə bilmədi. Və İmam Zeynəbin ağanı da həmçinin elə Yezidin sarayında Yezidlə söhbətində İmam Zeynəbin ağa o qədər bəliğ və fəsahətli, bəlağətli danışırdı ki, məcbur qaldılar İmam Zeynəbin ağanı. İndi yenə də yeri gəlmişkən, qardaşım, buna fikir verin, elə əziz tamaşaçılarımız da fikir versin. Əgər İmam Zeynəbin ağa daimi xəstə idisə, xəstənin sözünü kəsmək üçün elə bir nəfər uzadan qışqırsa, sözü kəsilər. Deməli, bu İmam Zeynəbin ağanın Aşurada qorunmaq üçün, bayaq siz deyən kimi, Aşurada qorunmaq üçün bir ilahi hikmət idi xəstə. İmam Zeynəbin ağa həmişə xəstə deyildi. Yəni, İmam Zeynəbin ağa elə bəlağətli və fəsahatli danışırdı ki, onun sözünü kəsməyə məcbur olub azançıya dedilər, azan verginən. Yəni, azan ancaq verilsə, İmam Zeynəbin ağanın səsi eşidilməsin qoy. Orada azancı da azanda çıxdı azana, Allahu Ekber 4 dəfə dedi və əşhədü ən la ilahe illallah dedi. Əşhədü ənnə Muhammedən Rasulullah deyəndə İmam Zeynəbin ağa azancıdan da uca səslə dedi, dayan azancıya
və o imamın sözü o qədər kəskin, o qədər qüvvəli idi ki, azancı azanı davam eləyə bilmədi. Orada üzün tutdu Yezidə. Dedi, bu adı azanda çəkilən Məhəmməd sənin babandır, yoxsa mənim babamdır? Əgər sənin baban desin, onda yalan danışırsan. Yox, əgər desin, mənim babamdır və niyə görə onun övladlarını əsir eləmirsən? Yəni, bu məntiqin qarşısında kim dayana bilər? Bu sözün qabağında kim dayana bilər? Və sadədir, düzdür. Çox belə deyim, fəlsəfi, gərək ali təhsilin ola, akademiya oxuyasan, universitet oxuyasan. Yox, o cürdür. Elə sadə, o qədər sadədir, amma o qədər də dərindir, çox dərindir. Bu sadəliyin özü o qədər dərindir ki, qiyamətə qədər onlara qarşı olanların kimliyini göstərir bize. Hocam çok teşekkür ederim değerli seyidimiz. Çok güzel noktalara değiniyorsunuz, çok güzel konulara değiniyorsunuz. Feyiz alıyoruz. Yalnız programımız kısa bir araya gidecek. Ardından isterseniz programımıza devam edelim. Buyurun. Değerli izleyenler, programımız kısa bir araya gidecek. Ardından kaldığımız yerden devam edeceğiz. Değerli izleyenler, Ehl-i Beyt Coğrafyası programıyla sizlerle birlikteyiz. Kısa bir aranın ardından programımız kaldığı yerden devam ediyor. Bugünkü konuklarımı tekrar etmek istiyorum. Azerbaycan ilahiyatçılarından değerli seyidimiz Ağa Reşit Talibov ve Cafer alimlerinden Güven Dumanlı hocamız bizlerle birlikte. Program ilk yarısında değerli seyidimizden güzel feyizlendik, değerli yorumlarından nasihatler aldık. Teşekkür ediyorum bir kez daha. Şimdi değerli seyidimiz, şöyle devam etmek istiyorum programıma, soruma. İmam Zeynel Abidin Aleyhisselam hakkında Aşura'dan, Kufe'den, Şam'dan bahsettiğiniz güzel noktalara, önemli gördüğünüz noktalara değindiniz. Allah razı olsun. Ben biraz da değerli izleyicilerimizin de bizlerin de nasihat alması adına bu süreçte dahi, bu esir sürecinde dahi, harabede geçirdiği süreçle dahil namazlarına, özellikle gece namazlarına, farz namazlarına ehemmiyet göstermesinin bizlere nasıl bir ders verdiği hakkında güzel yorumlarınızdan faydalanmak istiyorum. Bəli, zamanın imamı İmam Zeynul Abidin Aleyhisselamın şəksiz və şübhəsiz onlar nəinki bizim üçün, Allah tərəfindən bütün insanlar üçün meyar olaraq göndərilib, ölçü olaraq göndərilib. Ona görə hansı halda olurlarsa olsunlar, onlar heç vaxtı şəriət məsələlərində, dinin vacibatlarında, məsələn, İmam Hüseyin Aleyhisselamın Aşura axşamı Həzrət Əbülfəzl Abbasa deməsi ki, get Ömər bin Səədə deyilən Hüseyin namazı çox istəyir və bir gecə möhlət al. Çünki Ömər bin Səəd artıq Aşura axşamı döyüş şeypurları çalınırdı, artıq döyüş başlayırdı. Onun da səbəbi var. Niyə görə? İstəmirəm vaxtı çox alım. Çünki Güvənli Dumanlı hocamızdan da inşallah, Güvən Dumanlı hocamızdan da inşallah istifadə olunsun. Tamaşaçılarımız istifadə eləsin. Onun səbəbi vardı. Ona görə artıq Aşura axşamı döyüş əmri verilmişdi. İmam Hüseyin Aleyhisselam Həzrət Abbas Aleyhisselamı göndərəndə ki, Aşura axşamı de onlara Hüseyin namazı çox sevir. Bizə bir gecədə möhlət verilsin və ona görə döyüş Aşura günü oldu. Əslində bu söz bizim hamımız üçün böyük bir dərsdir, böyük bir ibrətdir. Hüseyin namazı çox sevir. O məşhur bir söz var. Deyərlər ki, sənin sevgilinin sevdikləri də sənin üçün əziz olur. Sənin üçün o ərəb dilində biraz şirin çıxır o söz. İnnəl hubbə məhbubil habibi hubbullah, nəsə belə bir sözdür ki, sənin bir nəfəri əgər sevirsənsə, onun sevdikləri də sənin üçün əziz olur. Onun istədikləri də sənin üçün əziz olur. Əgər biz İmam Hüseyin Aleyhisselamı seviriksə, İmam Hüseynin sevdiyi namazı da gərək sevərək. Və İmam Zeynalabdin ağa bunu əməli ilə, hətta xanım Zeynəb salamullah əleyha, Şam-ı Qəriban gecəsində belə onlar gecə namazını tərk eləməyiblər. Düzdür, İmam Zeynalabdin ağa deyir ki, mənim bibim Zeynəb oturan yerdə qıldı gecə namazını. Çünki müstəhəb namazlarda bilirsiniz,
istənilən halda müstəhəb namazları oturan yerdə icazə verilir qılmaq. Vacib namazlar əgər bir nəfər ayaq üstə qıla bilməsə, o zaman, yəni məcbur olduqda oturan yerdə qılmaq olar. Amma müstəhəb namazları isə, məsələn, indi yorğunam, müstəhəb namazını oturan yerdə qıla bilərəm. Buna şəriət hər halda icazə verir. Yəni məcbur olmağa ehtiyac yoxdur. İmam Zeynalabdin ağa buyurur ki, mənim bibim Zeynəb Aşura axşamı, yəni Şam-ı Qəriban, daha doğrusu Aşura axşamı, Şam-ı Qəriban gecəsində belə gecə namazını tərk eləmədi. Yəni Şam-ı Qəriban gecəsində, o ağır gecədə, o çətin gecədə gecə namazını tərk eləməyən xanım Zeynəb salamullah əleyha və yaxud İmam Zeynalabdin ağa bizə nə böyük dərs verir, nə qədər Allaha ibadət və itaati bizə sevdirirlər və onların əhəmiyyətini bizə göstərirlər. Lazımlı olmasını bizə göstərirlər. Və İmam Zeynalabdin ağanın əslində ləqəbləri buna böyük bir dərsdir. Zeynul Abidin, ibadət edənlərin zinəti, bəzəyidir. Seyyidü Səccad, səcdə edənlərin ağasıdır. Və dördüncü imamımızın bir ləqəbi də var, biraz biz az danışırıq ondan. Zuz Səfinat deyirlər ona. Ərəb dilində o pəltək sa hərfi ilə yazılır, Səfinat. Bir var səfinə, ərəb dilində sinlə yazılanda gəmiyə deyirlər səfinə. Amma pəltək sa ilə Səfinat, türk dilində səhv eləmirəmsə Nasır deyirlər. Nasır, qabar olur alında, səcdə yerində. Bizim dilimizdə, Azərbaycanda qabar deyirik ona. Ərəb dilində Səfinat, yəni nasırlar, cəmdir, Səfinat. Səfinə təkidir, Səfinat isə. İmam Zeynalabdin ağanın məşhur ləqəblərindən biri də Zuz Səfinatdır. Yəni nasır sahibi, yəni qabar sahibi. Oğlu İmam Baqirdən soruşdular 5-ci imamdan. Dedilər, niyə görə sənin ataba Zuz Səfinat deyirdilər? Dedi, ildə hər il mənim atamın səcdə üzvündən, xüsusilə alnından 7 qabar düşürdü, 7 nasır düşürdü yerə və imam da onları toplamışdı, vəsiyyət eləmişdi mənə ki, məni dəfn edəndə bunları məndən qəbrə qoyarsan. Mən mələklərə deyəcəm, sorğu-sual mələklərinə ki, mən Rəbbimə, Allahıma namaz qılmışam, ibadət eləmişəm. Bu İmam Zeynalabdin aleyhissalamdır, onun məqamı budur, onun ibadəti budur və İmam Baqir aleyhissalamın gözəl bir kəlam da var. Deyir ki, günlərin birində gördüm atam İmam Zeynalabdin aleyhissalam gecədən səhərə qədər ibadət elədi. Gecədən səhərə qədər ibadət elədi, səhərə az qalmış, gördü, mən baxıram, dedi ki, oğlum Məhəmməd, atam Əlinin kitabını gətir bizə. Məsum imamlarda belə bir kitab olur, buna kitabı Əli deyərdilər, atam Əlinin kitabı. Alimlərimiz deyirlər ki, həmən kitab Həzrət Əlinin Peyğəmbərin barəsində, Peyğəmbərdən eşitdikləri hədisləri toplusu idi, yazırdı, qeyd edirdi Həzrət Əli aleyhissalam və üstə gəlinsin özünün də ibadətləri orada yazılmışdı. İmamlarda olub bu kitab, məsələn, Əlinin kitabı, bu çox başqa imamlardan da var. Məsələn, imama sual veriblər, imam deyir ki, Əlinin kitabında bunun cavabı belə yazılıb. Amma indi yoxdur əlimizdə. Çox güman ki, həmən kitab inşallah zamana imamı, İmam-ül Hüccə, Cəlallahu Teala fərəcəhu şərifdədir ki, Allah zuhurunu tezləşdirsin. Amma yoxdur. Məsələn, heç bir müsəlmanın, alim, böyük alimlərdən də soruşmuşu. Deyirlər ki, Əlinin kitabı, o imamların dediyi kitab hal-hazırda heç kəsin əlində deyil. İmam Məhəmməd Baqir aleyhissalam deyir ki, atam İmam Zeynalabdin mənə dedi ki, atam Əlinin kitabını gətir mənim üçün. Deyir, gətirdim, başladı varaqlamağa. Varaqladı, baxdı, qoydu yerə kitabı. Dedi, mən yəqdiru əla ibadəti Əliyin. Yəni, Əlinin ibadətinə kimin gücü çatar ki, Əli qədər ibadət eləsin? İmam Məhəmməd Baqir aleyhissalam deyir ki, İmam Zeynalabdin ağa gecədən səhərə qədər ibadət eləmişdi, amma yenə də baxdı, gördü ki, hələ Həzrəti Əliyə çata bilməmiş. Yəni, onlar bu cür imanda və İmam Zeynalabdin ağa barəsində bir neçə böyük İslam alimlərinin də sözləri var. Əgər icazə versəydiniz, mən qısa şəkildə onları da deyərdim. Məsələn, bizim İslam aləmində Səid ibn Müsəyyib deyir ki, ma rəəytu qat mislə Əli ibn Hüseyn. Deyir, mən İmam Zeynalabdin ağa kimisin qətiyyən görməmişdim, belə bir insan görməmişdim. Məsələn, müsəlmanların Maliki məzhəbinin fiqh alimi İmam Malik İbn Ənəsin sözü var. Deyir ki, Summiyə Zeynul Abidin li kitrəti ibadətihi. Deyir, İmam Zeynalabdin ağa ona görə Zeynul Abidin adlanıb, li kitrəti ibadəti, ibadətinin çoxluğuna görə. Və yaxud Sufyan ibn Uyeynə,
buyurur ki: "Ma ra'aytu Haşimiyyen afdal min Zeynul Abidin və la afqah minhu." Deyir, mən heç bir Haşimini Zeynul Abidindən nə fəzilətli gördüm, nə də ondan daha əfqah, yəni daha fiqh sahibi gördüm. Və yaxud İmam Şafiinin də belə bir sözü var İmam Zeynəbin Ağa barədə, buyurur ki: "Əfqahu əhlil Mədinə." O Mədinə əhlinin ən fəqahatçısı o idi, ən fəqihi o idi, ən bilicisi o idi. Yəni bu böyük müsəlman alimlərinin, İslam alimlərinin də İmam Zeynəbin Ağa barəsində olan bu şəhadətləri, bu şahidlikləri kifayət edir ki, İmam Zeynəbin əleyhissalam təkcə bir coğrafiyasının, bir qövm üçün yox, bir tayfa üçün yox, o bütün müsəlmanlara və bütün insanlara örnək ola biləsi insandır. Həm ibadətində, həm elmində. Məsələn, az danışılan İmam Zeynəbin Ağa ilə bağlı olan məsələlərdən biri də budur. Mən özümə vacib bilirəm ki, çox zəruri bilirəm, bunu çatdırım sizə və əziz tamaşaçılarımız bunu eşitsinlər. Məsələn, sual bir də meydana gələr ki, İslamca aləmində, İslam dünyasında ilk dəfə pul vahidi nə vaxt yaranıb? Məlum məsələdir ki, bunu bilənlər bilirlər, Əbdülməlik İbn Mərvan, yəni İmam zamanı ilə İmam Zeynul Abidinin zamanında yaranıb, xəlifə dönəmi ilə Əbdülməlik İbn Mərvanın dönəmində yaranıb. Və yaranma səbəbi də mühümdür ki, o zaman Bizans imperatorluğu müsəlmanların əlində pul vahidi olmadığına görə, çünki pul vahidi olmayıb ora qədər İslam aləmində, İslam xilafətində. Və indi dövlət idarə edənlər bilirlər ki, pul nə qədər önəmlidir. Bir dövlətin ayaq üstündə qalmasından ötürü, bir dövlətin iqtisadi inkişafından ötürü, bir dövlətin dövlət olmasından ötürü iqtisadiyyatı nə qədər önəmlidir və iqtisadiyyat da nə qədər pul vahidindən və pul vahidinin də belə qiymətli olmasından asılıdır. Amma Əbdülməlik İbn Mərvanın xəlifəliyinə qədər hələ pul vahidi yox idi xilafət. İndi siz mənə deyə bilərsiniz ki, bəs dinar, dirhəm biz eşidirik axı Peyğəmbərin zamanında dinar, dirhəm, Həzrət Əlinin zamanında dinar, dirhəm və yaxud o xəlifələrin dönəmində dinar, dirhəm. Deyirəm, vardı dinar, dirhəm, amma pul vahidi dördür. Dinar qızıl pullar idi, dirhəm də gümüş pullar idi. O qızıl kimi qiymətli idi, pul vahidi dördür. Buna əziz tamaşaçılarımız çox diqqət eləsinlər və bütün müsəlmanlar. Qiyməti vardı. Məsələn, 10 dinara bunu satıram, 20 dirhəmə bunu satıram. Pul vahidi kimi yox, bir gümüş kimi. Sanki məsələn indi deyirsən ki, 1 kilo gümüş verirəm sənə, bunu ver mənə. Və yaxud 100 qram qızıl verirəm sənə, bunu ver mənə. Sanki buna bərabərdir. Qiymətli əşya kimi qiymətli idi, pul vahidi deyildi. Ona görə Roma imperatorluğu, o zamanki Bizans imperatorluğu bundan istifadə eləyib, müsəlmanların pul vahidi olmamasından istifadə eləyib, müsəlmanları özlərindən asılı eləmişdilər. Çünki onlarda vardı pul vahidi və o ticarət əlaqələrinə görə, gediş-gəlişlərə görə. Əbdülməlik İbn Mərvan tarix yazır ki, heyrət içində idi ki, biz necə bu asılılıqdan qurtara bilərik. Və kimlə də məsləhət elədi, Şamın böyük alimləri ilə və heç kəs onun cavabını verə bilmədi. Yəni eləyə bilmədi ki, İslam xilafətinə Bizansın müqabilində bir iqtisadi bir məktəb, iqtisadi bir forma ortaya qoysun ki, ondan ayaqlaşa bilsin. İmam Zeynalabdin Ağa üçün xəbər göndərəndən sonra İmam Zeynalabdin Ağa oğlu Məhəmməd Baqir əleyhissalamı təlimatlandırıb göndərdi Şama. Bunu tarix yazır və mən ona görə bizim təəssüflər olsun ki, bütün müsəlmanlar, o cümlədən elə biz özümüz də İslam tarixindən geniş xəbərimiz yoxdur. Peyğəmbər və ali Peyğəmbərin tarixindən geniş xəbərimiz yoxdur. Ki, amma o xırdalığına qədər, təfsilatına qədər öyrənilməlidir, deyilməlidir. Çünki tarix əsasdır. O məşhur bir alimin sözü var. Deyir ki, tarix maşının güzgüsü kimidir, arabanın güzgüsü kimidir. Arxaya baxırsan, amma qabağa gedirsən. Tarix inkişaf üçün ən böyük elmdir, ən lazımlı elmlərdəndir. Amma bizim İslam tarixindən təəssüf olsun xəbərimiz yoxdur. İmam Məhəmməd Baqir əleyhissalam, İmam Zeynalabdin Ağanın göstərişi ilə Əbdülməlik İbn Mərvanın yanına gedəndən sonra İslam xilafətində, məmləkətində pul vahidi meydana gəldi və onunla İslam xilafəti ayaq üstündə durdu. İndi gör, burada nə qədər dərs var, burada nə qədər məktəb var. Əvvələn, Əbdülməlik İbn Mərvan həmən insandır ki, Əhl-i Beytə, amma İmam Zeynalabdin Ağa demir, o mənə düşmənçilik eləyirsəm, ona qarşı çıxacaq. O məndən ola bilər düşmən olsun, amma o İslam məmləkətinin xəlifəsidir deyə, İslam məmləkəti bu günləri çətin durumdadır. Əgər bu çətin durumda davam eləsə, ya xilafət dağılmalıdır, müsəlmanlar parça-parça olmalıdır, yaxud da İslam məmləkəti asılı qalmalıdır Bizansdan. Bu da hər halda İslam'a və müsəlmanlara zərərdir. Onların iqtisadi həyatına təsiri var. Onların acınacaqlı duruma gətirə bilər İslamı və müsəlmanları inkişafdan saxlaya bilər. Çünki iqtisadiyyat inkişaf eləməsə, məlumdur ki, digər sahələrdə də geriləmə səbəb olacaq.
Bu İslam xilafətinin, İslam məmləkətinin canın qurtarır İmam Zeynalabdin ağa. Amma Əbdülməlik İbn Mərvanın adına da bağlansa belə, amma imam üçün önəmli olan İslam və müsəlmanlardır. Və eyni biz bunu Həzrət Əlidə də görürük, digər imamlarımızda da görürük ki, onlar mənlə kimsə düşməndir və yaxud məni düzgün başa düşmür və yaxud mənə zülm eləyir və mən onun hesabına köməyimi əsirgiyim müsəlmanlardan. Xeyr, belə bir şey görməmişik. Bunlar İmam Zeynalabdin ağanın istər məsələn bir elm kimi səhifə-i səccadiyə imamdan bizə böyük mirasdırsa, amma İslam xilafətinin yaşaması üçün, davam eləməsi üçün, daha da qüdrətli olması üçün ən mühüm məsələ İmam Zeynalabdin ağanın İslam aləmində onun məsləhəti ilə pul vahidinin yaranma məsələsidir. Bu çox böyük bir məsələdir, böyük bir dərsdir. Bunu niyə dedim? Çünki yenə deyirəm, özümə vacib bilirəm ki, çünki düzdür, imamlarımız şəksiz və şübhəsiz bizə ibadətdə örnəkdirlər, bizə namazda örnəkdirlər, bizdə məlumdur bunun Seyyid-ü Səccaddır, bu Zeynül Abidindir. Amma buna baxmayaraq təkcə o yox. Bunlar hətta İslamın gələcəyi üçün, iqtisadi vəziyyəti üçün, doğumu üçün, qüvvətlənməsi üçün, qüdrətlənməsi üçün imamlarımız nəyi İslam aləminə, müsəlmanlara böyük töhfələr veriblər ki, qiyamətə qədər insanlar və bəşəriyyət, xüsusilə müsəlmanlar onlardan istifadə eləməlidir. Çok teşekkür ederim. Programımızdaki kısa arada da seyircilerimizden size saygı ve selamlar geldi hocam. Onlara da iletmiş olayım. Ve Güven hocama dönmek istiyorum şimdi. Değerli Evet. hocam. Rahmetullah. Sağ olun. Değerli hocam, Sayfe-i Seccadiye'den biraz bahsetmek istiyorum. İmam Zeynalabdin'in bize bıraktığı büyük nimetlerden bir tanesi. Buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve aleyhi tahirin. Herkese selamlıyorum öncelikle. Bizi izleyenleri ve çok kıymetli üstadımız, Allah razı olsun, bugün bizleri kırmadılar, yayınımıza katıldılar. Kendilerine çok teşekkür ediyoruz. İstifade ettik. Gerçekten feyiz aldık. Evet. Notlar da aldım kendi adıma. Hı hı. Keşke daha uzun vaktimiz olsaydı ki üstadda daha fazla istifade edebilsek. İnşallah en yakın zamanda İstanbul'a geldiklerinde üstadı burada da ağırlamayı çok isteriz. Çok teşekkür ediyoruz üstada. Kendisinin yanında şimdi biz konuşacağız. Kusura bakmasınlar. Kendisi bizim büyüğümüzdür, üstadımızdır. Hakkını helal etsin. Sayfe-i Seccadiye, Ehl-i Beyt aleyhisselamın, imamların bize bıraktığı en önemli miraslardan biridir. Hı hı. Biz dua dediğimizde, münacat dediğimizde aklımıza bu kitap gelir. Niye peki İmam Zeynalabdin buna başvurdu? Neden başka bir şeyle ön plana çıkmadı? Yani Hazreti Ali döneminde bakarsak eğer ki Resul-i Ekrem'in vefatından sonra ele alalım. Daha çok İslam devletinin yönetimine uzaktan danışmanlıkla, yanlış gördüğü yerlerde müdahale etmekle önce bir dönemi geçirmiş. Sonrasında kendi hilafeti olmuş. Orada da yanlışları düzeltmek, insanları bir araya getirmekle mücadele etmiştir. Yine İmam Hasan Aleyhisselam bu İslam devletine paralel yapılanma kuran Muaviye hükümetine karşı bir mücadele içinde olmuştur. Hı hı. Sonrasında durum ve şerait öyle hal almıştır ki bir sulh, bir barış anlaşması yapmak durumunda kalmıştır. Hakeza İmam Hüseyin Aleyhisselam da İmam Hasan'ın şehadetinden sonra bu sulha, bu anlaşmaya sadık kalmıştır. Çünkü anlaşmayı yapan da o gün İmam Hüseyin'in imamı olan İmam Hasan'dı. Evet. Sonrasında Yezid gibi bir zalim, tarihinin gördüğü en büyük zalim olan Yezid'in biatına karşı benim gibi birisi Yezid gibi birine biat etmez diyerek İslam'ın özünü, Kur'an'ın indiği bu evi temsil ettiğinden ötürü, Resul-i Ekrem'i temsil ettiğinden ötürü, Ehl-i Beyt'in o Ali Abba dediğimiz o 5 kişilik, Penceten Ali Abba dediğimiz bu 5 kişinin son temsilcisi olarak orada böyle bir zalime biat etmeyi doğru bulmamıştır. Eğer
Yezid'e biat ederse İslam'ın sonunun geleceğini, Yezid'in hilafetinde İslam'ın biteceğini söyleyen konuşmalar olmuştur. Kerbela direnişi Hz. İmam Hüseyin Aleyhisselam'ın bu hareketi ki bugünlere kadar da yaşanmıştır ki bugünlerde Hz. İmam Hüseyin Aleyhisselam'ın bu şanlı ve onurlu direnişini andığımız günlerdir. Sonrasında Yezid kadar zalim biri İslam'ın başına geldiğinde Mervan'ın yönetiminde olan bu İslam ki bir dönemde Mervaniler kısa bir dönem Mervan'ın da yönetiminde olduğu, valiliği oldu. Haccac'ın Medine'de, Mekke'de yaptıklarını biliyoruz. Böyle zalimlerin olduğu bir dönemde tabiri caizse Hz. İmam Zeynel Abidin bir ambargo altındaydı. Zaten Kerbela'dan sonra esir olunarak Küfe ve Şam'a geldiler. Şam'da ki Üstad az önce buyurdular. Hazreti Zeynep'in, İmam Zeynel Abidin'in konuşmalarıyla o gün Yezid mağlubiyeti gördü ve tabiri caizse bir iade-i itibar yapmak istedi. Hatta onları sarayda ağırlayayım dedi. Sonrasında Medine'ye giderken onlara da sözüm ona yardımcı oldu. Ki bu zulmü yapan kendisiydi. Ama Medine'ye geldikten sonra hem İmam Hüseyin'in şehadetinden dolayı insanlarda birçok İslam beldesinde çeşitli kıyamlar, isyanlar başlamıştı. Yezid İmam Hüseyin'i şehit ederek güya muhalefeti bitirecekti. Güya herkesi korkutup kendine çekecekti ama birileri bir yerlerde bazı isyanlar başlatarak Yezid'in hilafetine karşı ve yine Mervan'a karşı hareketler başlattı. Fakat İmam Zeynel Abidin bu isyanlarda, bu hareketlerde bulunmadı. Kendisi zaten bir ambargo, bir tahrim altındaydı. Medine'de İmam Zeynel Abidin kendi yöntemleriyle ve imkanı olduğu doğrultusunda İslam'ı yaşatmalıydı. Yani Hazreti Hüseyin savaştı, Hazreti Hüseyin direndi. Niye diğer imamlar direnmedi? Hayır, her biri kendi imkanları dahilinde İslam'a hizmette en önde olmuşlardır. Hatta öyle dönemler olmuştur ki onlardan başka İslam'a hizmet eden olmamıştır. İmam Zeynel Abidin neler yapıyordu? Bir kere Kerbela hadisesinden sonra isyan başlatanları ayırıyorum ama normal vatandaş, o gün onların vatandaşları, normal halk, insanlar korku da oluştu içlerinde. Yani ben de İmam Zeynel Abidin'in yanında olursam, onunla çok görünürsem ben de zarara uğrayabilirim, ben de öldürülebilirim, hapsedilebilirim diye bir düşünce vardı. Yersiz bir düşünce de değildi, böyle de oluyordu. Diğer imamların döneminde de biz bunları gördük. Hatta imamların kendileri dahi, hepsine selam olsun, hapse atıldı ya da bir gözetim altında bulunuldu ki bunları biliyorsunuz. İmam Zeynel Abidin Aleyhisselam hiçbir imamda olmadığı gibi İmam Zeynel Abidin de bir isyan başlatma durumu olmazdı. İmam Hüseyin Aleyhisselam da bir isyan başlatmamıştı. Yani İmam Hüseyin kıyam etti. Kıyamdan burada kasıt herhalde kıyam kelimesini kullananlar da şunu söylemiyor. Yani baş kaldırdı, Yezid'i indirmek için. Hayır, İmam Hüseyin Aleyhisselam ben biat etmiyorum dedi. Hacca gitti. Orada onu sıkıştırdılar. Küfe'ye gitti ki oradan davet edenler vardı. Yani onun için güvenli bir beldeydi. Sonra yine önünü kestiler. Madem öyle yanımdakileri bırakın beni alın götürün dedi. Yani bir hükümeti ele alma gibi bir çalışması olmamıştı. İmam Ali de aynı şekilde. Hepsi böyleydi. İmam Hüseyin Aleyhisselam da bunu yaptıktan sonra İmam Zeynel Abidin de hiçbir zaman yani hükümeti alayım ki isyan edenler, o hareket başlatanlar, kıyam edenler, İmam Zeynel Abidin onları çok rahat yanına alabilirdi. Bunlara imamlık edebilirdi. Ama böyle bir davranışı olmadı ve baskı altındaydı da. Ne yapabilirdi? Mesela İmam Zeynel Abidin'den sonra biz görüyoruz ki İmam Muhammed Baqir ve İmam Cafer Sadık aleyhisselam döneminde bir
ders, bir medrese kültürü oturmuş. Bu imamlarımız selam olsun talebeler yetiştirmişler, dersler vermişler. Peki İmam Zeynel Abidin'de bu niye olmadı? Çünkü işte en başta Yezid'in ve Mervanilerin olduğu o döneme de denk gelmesi hasebiyle hep bir baskı altındaydı, hep bir sıkıntı altındaydı. Ders verecek kadar imkanı yoktu. Zaten bulunduğu şehirde de isyanlar vardı. Peki ne yapıyordu İmam Zeynel Abidin? Üstad da bunu herhalde onaylayacaktır. Daha çok o günlerde kölelik hala devam ediyordu. Kölelik niye devam ediyordu? Ona da kısaca şöyle diyelim. İslam madem öyle köleliği niye kaldırmadı? Bir kere çok sınırlandırdı. Şöyle düşünün. O gün yeryüzünde sadece İslam beldesinde değil, dünyanın her yerinde bilmiyorum nüfus ne kadarsa artık milyonlarca köle vardı. İslam beldesinde de bu kadar yüz binlerce belki kölenin olduğu bu şehirlerde, bu beldelerde birden kölelik kaldırıldı, tüm köleler azat edildi denseydi o gün Resul-i Ekrem bi'setinden hemen sonra bunu deseydi o yüz binlerce köle evsiz, barksız kalacaktı. Yani onların aslında evi, barkı, yedikleri yemek, tüm ihtiyaçlarını sahipleri veriyorlardı. Bu zaten başlamış. İslam neyi getirdi? Sınırlandırma getirdi. Bir dedi ki bir kere Müslüman köle olamaz. O da bir maslahat gereğiydi yani yaptığı. Yavaş yavaş, Evet. peyderpey bu köleleri insanlığa kazandırma çalışmasıydı. Mesela Müslümanlar köle olamaz. Tamam. Sonra işte orucun kefaresi, işte bağışlanmak için köle azat edin. Bu işi yaparsanızsa köle azat edin. Kölesi olmayan da köle alıyordu, azat ediyordu bir şekilde. Sonra bir köle ben Müslümanım dese artık veya işte çocuğu olsa bunun gibi cariyeler için de aynısıydı. Bir şekilde bunlar azat olunuyordu artık. İşte İmam Zeynel Abidin de bu durumda, bu şeraitte köleler alıyordu ve bununla beraber hizmetçiler de işte evinde çalıştırdığı insanlar da oluyordu. Onları kısa sürede eğitiyordu. Ama yine bizim bildiğimiz şekildeki bu ders, medrese usulüyle yapması zor olduğundan daha çok dualar okuyordu ve köleler, yanındaki çalışanlar da imamı duyuyordu. Bunu ezberliyorlardı. Sonra bunun üzerine sohbetler ediliyordu. İmam Zeynel Abidin'e minbere çıkması yasaktı. Vaaz vermesi yasaktı. Çünkü Şam'da verdiği hutbe ve vaazla aslında görmüşlerdi. Nasıl bir ailenin ferdi olduğu ve sözleriyle en büyük zalimlerin zulmünü bile ortaya çıkarıp insanların gözünü açabilecek, insanları aydınlatabilecek sözleri olduğunu, ilmi olduğunu bildiklerinden ona bir minber, bir hutbe verilmesi, vaaz verilmesi yasaklanmıştı. İmam işte çalışanlarına bunu yapıyordu. Evet. İnsanlar da yani ben İmam Zeynel Abidin'i o gün yaşayan, seven biri olarak da onun evine gidip ondan ders almaktan korkuyordum. Ama kölesi onun evindeki hizmetçisiydi. O ondan ders alıyordu, dualarını dinliyordu. Bu duaları ve işte az önce söyledik Müslümanlar esir olamayacağından İmam Zeynel Abidin Aleyhisselam'ın bu aldığı köleler farklı farklı. Ben birkaç tanesini de not ettim. Yani mesela Afganistanlı var. Ebu Halid Kabili, işte Küfeli, Afrikalı, Küfeli olan da ama Arap olmayan, Müslüman olmayan. Yemenli, dünyanın Romalı, dünyanın her yerinden o gün esir olarak gelmiş, savaş esiri olmuştur, köle olmuştur. Onların her birini alıyordu, eğitiyordu dualarla ve sonra işte yine İslam'ın verdiği bu teşvik ki her fırsatta mümkün mertebe köleleri azat etme teşviki. İmam Zeynel Abidin de hususen Ramazan bayramında, Arife gecesinde işte diğer Eyyamullah'ta önemli dini günlerde eğitimlerini tamamladıktan sonra onları bağışlıyordu, onları azat ediyordu. Onlar da artık ve onlara para veriyordu. Binlerce köle alıp eğitip gönderdiği söyleniyor. Onları eğitip onlara bir güç hayatını kurabilecek güçte bir para verip onları gönderiyordu. Ki mesela İmam Zeynel Abidin'in şehir dışına çıkması da yasaktı. Başka şehirlere gidip konuşması da yasaktı.
Diyorum ya ambargo altındaydı ama kölesi gidiyordu. Ben azat oldum. Kabilliyim, Kabil'e gidiyorum. Küfeliyim, Küfe'ye gidiyorum. Basralıyım, Basra'ya gidiyorum. Böylelikle dünyanın dört bir yanına Horasanlıyım, Horasan'a gidiyorum. Eğitimini İmam Zeynel Abidin'den alıyordu, öğreniyordu dualarla ve kendi bölgesine gidip Ehl-i Beyt'in ilmini, hakkaniyetini bu şekilde anlatıyorlardı. Ki İmam Zeynel Abidin'in o Sayfiye Seccadiyesinin dualarını okuyan herkes görecektir ki aralarda işte zulme karşı olmak, adaletli olmak, sosyal düzeni sağlamak, takvalı olmak, bunlardan bahsediyor İmam Zeynel Abidin. İşte bir insan peygamberin torunu bu şekilde öğütler veriyor duanın içinde ve Allah'a bu şekilde yalvarıyorken bizim başımızdakiler, bizi yöneten valiler, işte kadılar, halifeler nasıl davranıyor diye bir karşılaştırma yapıyorlardı. İmam bunu açıkça bir şekilde bir hareket başlasaydı önünü alacaklardı. Ama dua ederek, münacatla, zikirlerle kendi evinde çalışanlar bunu öğrenip insanlara öğretiyorlardı. Bu bir tarafı. Bu kadar zorlukta bunu yapmasının önemi ne oldu? Bir kere İslam canlı kaldı. O gün insanlar siyasete bulaşmasın, siyasetle uğraşmasın diye dönemin yöneticileri gayri ahlaki meseleleri, gayri ahlaki davranışları tervic ediyordu. İzin veriyordu, hatta teşvik ediyordu insanları. O kadar kötü işleri İslam adına gelip Mekke'de, Medine'de yapıyorlardı ki, Haccac'ın yaptıklarını biliyoruz zaten. Yani bir şekilde bunu kılıfına uyduruyorlardı. İnsanlar da İslam'ın halifesi bunu yapıyorsa bazılarının hakkında bu soru oluyordu. Yani gayri ahlaki şeyler artık normalleşmeye başlamıştı. O kadar sahipsiz kalmıştı ki İslam yönetimi, o kadar kötü insanların elinde kalmıştı ki o dönem. Yani İmam Zeynel Abidin'in dönemi çok zor bir dönemdir. Belki en zor dönemlerden biridir. Diğer Eyyime-i Atar Aleyhisselam'ın içinde de zor bir dönem yaşamıştır İmam Zeynel Abidin. Hemen Kerbela sonrası, bu travmanın sonrasını diye düşünelim. Bu gayri ahlakilerin, gayri ahlaki davranışların revaçta olduğu bir dönemde işte bir nur, secdelerle Seyyid-ü Sacidin diyoruz, secde edenlerin seyyidi, efendisi, abidlerin zineti, Zeynel Abidin, böyle bir insan bakıyorlardı. Evet, burada bir hakikaten masum insan bu olmalı. Bu kadar kötülüğün olduğu yerlerde. Düşünün, o güne bir kendinizi götürün. İsyanlar var. Her yerde bir isyan, her yerde bir kalkışma, her yerde bir savaş. Ki haksız da sayılmazlar. Yaşadıkları zulüm ortada. Zulümler Mekke, Medine'de dahi zulümler yapılıyor. Ashabın, ensarın evlatlarına dahi, namuslarına, ırzlarına dahi zulümler yapılıyor. Roma askerlerini getirtiyorlar o gün. Ama bir insan var ki dualarıyla duyuluyor, onun duaları duyuluyor. Ve gerçekten İslam'ın o günkü tek umudu ve ümidiydi Hazreti İmam Zeynel Abidin Aleyhisselam. Kıymetli izleyenlerimizin de bu güzel kitabı okumalarını ben çok öneriyorum. Türkçemize de kazandırıldı. Ayetullah Seyyid Seccat Hüseyin'in tercümesiyle çok iyi bir tercümedir. İnternetten bulabilirler. Caferi Der, Caferi Der'i arayıp oradan kitabı da temin edebilirler izleyenlerimiz veya Ehl-i Beyt Yolu uygulaması üzerinden de bu uygulamada bu kitabı okuyabilirler. Diğer kitapları da okuyabilecekleri gibi. Bu kitap çok değerlidir. Bunun senedi, sıhhatiyle alakalı ben notlarım var önümde ama çok kısa geçeyim. Orayla fazla yormak istemiyorum. Mütevatirdir. Birçok kişi bunu rivayet etmiştir. Yalanlanmayacak şekildedir yani. Çok fazladır. Ki bununla alakalı da buradan anmış olalım. En büyük çalışmayı Şehid-i Evvel, Lübnanlı bir alimdir. Şehid-i Evvel Lübnanlıdır. Şehid-i Sani o da Lübnanlıdır zaten biliyorsunuz. Lüme kitabının yazarı, şerh edenidir bu güzide alimler. Lüme kitabı da şu anda medreselerde okunan en önemli, en meşhur fıkıh kitabıdır. Hicri 8. yüzyılda yaşayan Şehid-i Evvel bu kendi üstadlarından ve etraftan bulduğu nüshaları, Sayfiye Seccadiye'nin nüshalarını toplamıştır. Onunla alakalı çalışmaları yapmıştır. Karşılaştırma yapmıştır. Topladıktan sonra da hatta
ona böyle dipnotlar, parantezler açmıştır. Anlamı zor olan kelimelere, farklı anlaşılabilecek kelimelere açıklamalar yapmıştır. Bu haşiyeler, bu dipnotlar hatta Hattı Şehit diye de meşhur olmuştur. Tüm İslam literatüründe bu katipler arasında Hattı Şehit diye. Bir şekilde o notlarla okuyucuyu bir şekilde hakkındaki soru işaretlerini giderilecek seviyede bir kitap yazmış. Yani bizim bugün gördüğümüz bu dipnotlar, bu açıklamalar aslında Şehit Evvel'in ilk başlattığı Hattı Şehit dediğimiz işlerle başlamıştır. Kendisi şehit edilmiştir. Adı o yüzden Şehit Evvel'dir. İlk şehittir. Şam'da bazılarının işte ihtilaflı meselelerden dolayı kendisini şikayet etmesiyle şehit edilmiştir. Memlükler döneminde, ismi de Seyfettin Berkuk döneminde şehit edilmiştir. Şehid-i Sani'yi de söylemeden olmaz ki o da Lübnanlıdır, o da büyük bir İslam alimidir. Şerh-ül zaten en meşhur kaynak ve insanların başvurduğu bugünümüzde dahi okunan kitabıdır. Kendisi Şehid-i Sani'de Hocam özür dileyerek araya girmek istiyorum. Evet. Değerli Seyyidimiz çok güzel yorumlarda bulundu. Programımızın başından beri çok güzel konulara değindi. Size de aslında birçok sorun vardı da zamanımızın kısıtlılığı nedeniyle şey yapamadık. Özür diliyorum bu nedenden. Programımızın yavaş yavaş da sonuna geldik. İsterseniz birkaç toparlayıcı cümleyle. son toparlama cümlemi söyleyeyim. Ben değerli Seyyidimize de son söylemek istediği şeyleri soracağım. Benim de kendisine sorum var. İsterseniz o soru hakkını ben O zaman alayım buyurun. sizden. Tamam. Şehid-i Sani'de yine yargılanmak üzere Kanuni Sultan Süleyman döneminde İstanbul'a getiriliyor. Ama henüz yargılanmadan muhafız ordusu bir rivayete göre Anadolu'da, bir rivayete göre İstanbul'un girişinde o artık o ordudaki bir görevli tarafından veya birkaç görevli tarafından haksız yere yargılanmadan şehit ediliyor. Rivayetlere göre bedeni denize atılıyor. Başı da bugün Şehzade Camii'nin olduğu yerler. Orada hatta bir temsili bir anıt var orada onun için. Oraya defnediliyor veya sadece orası temsili bir anıt oluyor. Kanuni Sultan Süleyman sadece yargılamak için çağırıyor. Çünkü birçok yerden kendisi hakkında şikayetler geliyor. Bir gelsin konuşalım, dinleyelim diyorlar. Ne yazık ki yolda haksız yere şehit ediliyor burada. O şehit eden kişi de padişahın huzuruna geldiğinde kısas uygulanıyor. O da idam ediliyor. Yani o anlamda Kanuni Sultan Süleyman da o haksız yere Şehid-i Sani'yi infaz eden kişiyi infaz ediyor. Hepsinin ruhu şad olsun inşallah. Tüm İslam ulemasının ki İslam'a hizmet etmişlerdir. Yaşayanları da sağlık sıhhat versin. Başta da şu anda bizim programımızda huzuru olan kıymetli Seyyidimize çok teşekkür ediyoruz. Ben Seyyidim beni duyabiliyor mu bilmiyorum ama Evet duyabiliyorsunuz. sizden aslında Sayfa-i Seccadiye'yi dinlemek isterim. Hangi duayı mesela içinden önerebilirsiniz? Çünkü hoş, güzel sohbetleriniz var. Ruha işleyen bir sohbetiniz var. Sizle henüz yüz yüze tanışamadık ama birçok konuşmanızı ben dinledim. Bugün de istifade ettik. Sizin Sayfa-i Seccadiye'ye bakışınız ve bizim oradan almamız gereken dersler açısından neler söylersiniz? Kıymetli Seyyidim. Çok teşekkür ederim. Güven hocamıza Allah onu ve onun simasında bütün alimlerimizi hifzelesin inşallah. Bütün İslam'a ve Müslümanlara hizmet eden alimlerimizi Allah korusun inşallah. Allah sizi korusun. Allah memleketlerimizi korusun inşallah. İslam memleketlerini korusun. Seyfe-i Seccadiye kitabının bayaq hocam da çox gözəl vurguladı ki, sənədi barəsində heç bir şək və şübhə ola bilməz. Digər yollarla gəlməzdən əlavə o iki Əhl-i Beytə mənsub olan biri İmam Baqir əleyhissalamın, yəni İmam Zeynəbdin ağanın öz övladı, biri isə onun digər övladı Zeyd-ü Şəhid və onun övladı da Yəhya Şəhid. Çünki Yəhya Zeydin oğludur, Zeyd də İmam Zeynəbdin əleyhissalamın oğludur. Onların ikisinin də vasitəsilə eyni nüsxə gəlib çatıb, yetişib. Çünki bu Seyfe-i Seccadiyenin müqəddiməsində də çox gözəl şəkildə izah olunub ki, necə İmam Həsən əleyhissalamın övladları düşürlər və Yəhya elə atası Zeydin şəhid olandan sonraki onun qiyamına başçılıq edirdi
və Yəhya da bilir onu, işte, onda nəticəsi şəhadətlə nəticələnəcək. Ona görə deyir, qoy mənim üstümdə qalmasın ki, bu babamın yadigarı, İmam Zeynalabdinin yadigarı və Səhifə-i Səccadiyəni İmam Həsənin övladlarına, yəni öz əmisi oğlanlarına verir və onlar da gətirib onu Mədinədə Məhəmməd Baqir əleyhissalama verəndə qeyd olunur ki, İmam Baqir əleyhissalam özündən də bir nüsxə gətirdi. İmam Sadiq əleyhissalamı verirdilər. Çünki həmin dönəm artıq Yəhyanın şəhid olan dönəmi İmam Sadiqin dönəmi idi. İmam Sadiq əleyhissalama verəndə İmam Sadiq əleyhissalam da evindən bir nüsxə çıxartdı Səhifə-i Səccadiyənin. Dedi ki, bu da mənim atam İmam Baqirdən mənə qalan Səhifə-i Səccadiyədir və tutuşturdu. İmam Həsənin övladları dedi ki, heç bir fərq olmadan, yəni Yəhyanın Zeydin əli ilə gələn Yəhyada, Yəhyanın əlində olan Səhifə-i Səccadiyə ilə İmam Baqir əleyhissalamın vasitəsilə gələn İmam Sadiq əleyhissalamın əlində olan Səhifə-i Səccadiyə tamamilə ağa dedi ki, bir-birinə uyğundur. Qaldı ki, Səhifə-i Səccadiyədə 54 bizim duamız var, yəni İmam Zeynalabdin ağanın duası var. Əlbəttə, hocamız soruşdu, amma mən heç belə təvazu eləmədən də deyirəm, Səhifə-i Səccadiyə dualarına qiymət verən məqamda özümü hiss eləmirəm, amma böyük bir İslam alimlərindən birinin ki, o məşhur sözü var, deyir, Quran necə Allah tərəfindən insanlara nazil olunan kitabdırsa, Səhifə-i Səccadiyə də yer üzərindən səmalara ucalan qiymətli bir kitabdır. Əslində bu söz elə Səhifə-i Səccadiyə bəşər tərəfindən, insanlar tərəfindən, alimlər tərəfindən verilən elə ən böyük sözdür. Doğrudan da Səhifə-i Səccadiyənin Güvən hocamız deyən kimi duaları təkcə duadan, istəkdən ibarət deyil. Çünki biz bilirik dua nə deməkdir? Dua məxluqun xaliqdən istəyidir. Amma Səhifə-i Səccadiyə təkcə duadan ibarət deyilsə, yəni təkcə istəkdən ibarət deyil. Səhifə-i Səccadiyə bütövlükdə bir İslam marifidir. Bütövlükdə o 54 dua həqiqətən incələnib. Bizim böyük alimlərimiz Səhifə-i Səccadiyə şərhlər yazıblar, təfsirlər yazıblar, kitablar yazıblar və müxtəlif dillərə tərcümə olunub. Amma doğrudan da 54 dua özündə Səhifə-i Səccadiyə bütövlükdə bütün İslam marifini daşıyır. Məsələn, mən orada hansı dua daha önəmlidir onu deyə bilmərəm, amma bütün dualar orada qiymətlidir, amma hərənin də öz məqamında, öz yerində. Xüsusilə də Səhifə-i Səccadiyənin münacatlarında, İmam Zeynalabdin ağanın kəlamlarında əsas önəmə çəkilən mərifətullah mövzusudur, Allah tanıma mövzusudur. Məsələn, elə yanımda Səhifə-i Səccadiyə var, onun birinci duasında Allahın tərifi heç misli bərabəri görülməyən bir tərifdir. Məsələn, əgər dünyada bütün kəlam elmində olan kitablar yığışılsa, götürülsə, təkcə Səhifə-i Səccadiyənin bu duası, bu münacatı qalsa, elə bilirəm ki, o artıq kifayət eləyər ki, Səhifə-i Səccadiyənin qiymətini bizə bildirər. Məsələn, Elhamdülillahil əvvəli bila əvvəlin kanə qəblə. Yəni, kim bu cür söz deyə bilər? O, İmam Zeynalabdin ağa bayaq dediyimiz İmam Baqir əleyhissalama deyib ki, mən yəqdir əla ibadəti Əli. Kim Əlinin ibadəti kimi ibadət eləyə bilər? Elə mən də deyirəm indi, mən yəqdir əla duayı misli Səhifə-i Səccadiyə. Kim Səhifə-i Səccadiyənin bu duası kimi dua eləyə bilər? Necə münacat? Allahı bu cür necə kim çağıra bilər? Yəni, bu, bir də bunu da deyim, vaxt bilirəm az qalıb, sona çatır. Bizim bu hədis elmi ilə çox məşğul olanda insanda belə bir mələkə yaranır ki, bəzən sənədə baxmadan hansı imamın kəlamıdır deyə bilirsən. Məsələn, sənə bir hədisi göstərirlər, heç demirlər bu kimin kəlamıdır. Elə baxırsan, deyirsən, bu Həzrət Əlinin sözü olacaq. Bu İmam Hüseynin sözü olar, bu İmam Sadiqin sözü olar, bu İmam Baqirin sözü olar. Və doğrudan da Səhifə-i Səccadiyədə bənzəri olmayan bir sözdür, bənzəri olmayan bir kitabdır, bənzəri olmayan bir İslam marifidir ki, elə Səhifə-i Səccadiyə lazım deyil. Desinlər ki, bizə ki, bu Səhifə-i Səccadiyədən duadır. Məsələn, sənədi demədən, kitabı demədən biri bu duanı oxusa ki, Elhamdülillahil əvvəli bila əvvəlin kanə qəbləh vəl-axiri bila axirin yəkunu ba'dah. Əlləzi qəsurət ən ruyətihi əbsarun nazirin və əcəzət ən na'tihi əvhamul vasifin. Heç ərəb dili bilmirsən də adamlar bütün ruhun oxşayır insanın. Yəni, insana bir mənəvi bir ləzzət verir ki, bu sözlər, bu kəlamlar və Allahın bu cür tərifi. İbtəda'a bi qudrətihil xalqa ibtidaən
və s. Yəni deməyim odur ki, bütün kəlam kitabları da yer üzərindən yığışılsa, Həzrəti İmam Zeynul Abidin əleyhissalamın səhifə-i səccadiyəsində olan o 54 duadan biz mərifətullah mövzusunu öyrənsək, valla o insan elə irfana çatar, Allah tanımada böyük məqam sahibi olar. Və mən Peyğəmbər və Ali Peyğəmbərdən xüsusilə səhifə-i səccadiyədən bəhrələnməyi həm özümə, həm sizə, həm bütün əziz tamaşaçılarımıza və müsəlmanlara arzu edirəm. Allah bizi imamlarımızdan ayrı salmasın inşallah. Evet hocam, ağzınıza sağlık hocam. Çok teşekkür ediyoruz. Çok güzel noktalara, çok güzel yorumlar yaptınız. En kısa sürede inşallah sizi stüdyomuzda da ağırlamaktan mutluluk duyarız. Çox təşəkkür edirəm sizə və bu proqramı təsis edənlərə, kanalı təsis edənlərə və siz əzizlərimizə və bütün dinləyicilərə təşəkkürümü bildirirəm səmimi qəlbdən. Üstad, sağ ol. Ağzına sağlık, yüreğine sağlık. Eyvallah. Allah seni korusun. Allah sana sağlık sıhhat versin inşallah. Teşekkür ederiz. Amin. Tüm seyircilerimizle birlikte. Hocam size de teşekkür ediyorum bu akşam için. Ağzınıza sağlık. Sağ ol. Değerli izleyenler, programımızın bu hafta sonuna geldik. Önümüzdeki hafta tekrar görüşmek üzere. Hoşça kalın.